Videomuzu izleyen değerli müəllim, abituriyent və şagirdlərimiz, hər birinizi növbəti videomuzda xoş gördük. Bugün biz sizlərlə test toplusunda, ikinci hissə tarix bilimdə test toplusunda Rus-Qacar müharibələri mövzusunun izahını verəcəyik. Vaxt itirmədən başlayaq mövzumuzun izahına. Birinci sualda əvvəlcə bunu da qeyd edeyim, yadımdan çıxmamış. Suallar haqqında hər hansı bir qaranlıq nöqtəniz, qaranlıq nüanslar olsa və ya ki, başa düşmədiyiniz suallar olsa ümumiyyətlə, yerləşdirdiyimiz əlaqə nömrəsi vasitəsilə istər suallar haqqında, istərsə də dərslər haqqında bizdən yazıb soruşa bilərsiniz. İndi isə başlayaq mövzumuzun izahına. Deməli, birinci Rus-Qacar müharibəsi, ümumiyyətlə Rus-Qacar müharibəsi yazıb. Birinci sualdan bizə deyilir ki, Rus qoşunu bu döyüşdə Abbas Mirzənin qoşununu məğlub edərək Lənkəran qalasını mühasirəyə aldı. Lənkəran qalasının mühasirəyə düşməsinə səbəb olan döyüş Aslanduz döyüşü idi 1812-ci ildə. 1812-ci ildə Aslanduz döyüşündən sonra Qacarlar məğlub oldu və Lənkəran qalası mühasirəyə alındı. 1813-cü il Lənkəran döyüşündən sonra alındı. Sonra Lənkəran xanlığı Rusiya tərəfindən işğal edildi. İkinci Rus-Qacar müharibəsi dövründə xeyr. Birinci Rus-Qacar müharibəsi ərəfəsində xeyr. Pənahəli xanın hakimiyyət dövründə xeyr. Aslanduz döyüşündən sonra bəli. D variantı doğrudur. İkinci Rus-Qacar müharibəsi ərəfəsində xeyr. D variantı doğru cavabdır. Digərlər hər biri yanlışdır. Sonra üçüncü sual. Gəncə şəhərinin adı dəyişdirilib Yelizavetapol adlandırıldı. Haçandan, təbii ki, Gəncənin işğalından sonra 20-ci illərdə xeyr, elə Gəncənin işğalı, yəni 1804-cü ildən elə 1-ci Rus-Qacar müharibəsi başlamamış müharibənin ərəfəsində. İkinci Rus-Qacar müharibəsi nəticəsində xeyr, 19-cu əsrin ikinci yarısı, yəni 1850-dən sonra xeyr, 1-ci Rus-Qacar müharibəsi nəticəsində xeyr, hələ müharibə başlamamışdı. Gəncə xanlığı ləğv edildikdən sonra, bəli, 1804-cü ildə Gəncə xanlığı tutuldu və tutulan kimi də ləğv edildi. Yəni, müharibə hələ başlamamışdır, Rus-Qacar müharibəsi. 4. Gəncə xanlığı işğal edildikdən sonra xanlıq idarə üsulunun əvəzində yaradıldı. Nədir? Komendant idarə üsulu. Yəni, Yelizavetapol quberniyası. Daha doğrusu birbaşa Rus zabiti komendant, başda Rus zabiti komendant olan idarə üsulu. C variantı. Quberniya sizi çaşdırmasın. Quberniyalar 68-ci ildən yaradılacaqdır. Sonra 5-ci suala baxdıqda sizə əlavə olaraq bunu da qeyd etmək istəyirəm ki, Yelizavetapol quberniyası 68-ci ildə yaradılıb. Bunu da dəqiq məlumatını verim. Sonra 1807-ci ildə Gümrü yaxınlığında döyüş baş vermişdir. Bu döyüş 1807-də Ruslarla Osmanlı arasında olan bir döyüş idi. Ruslar qalib gəlmişdi. Buxara sülhü ilə yekunlaşmışdı 1812-ci ildə müharibə. Bu Ruslarla İrəvan xanlığı arasında xeyr, Ruslarla Gürcülərə xeyr, Ruslarla Osmanlı arasında baş vermişdi bu döyüş. Naxçıvan və İrəvan xanlıqlarının 1828-ci il tarixinə aiddir. Ərazilərində Rus zabitlərinin başçılıq etdiyi müvəqqəti idarə xeyr, olmayıb bu ərazilərdə. Rus müstəmləkəçiliyinə qarşı üsyan qaldırmaları xeyr, ləğv edilərək ərazilərində qondarma erməni vilayətinin yaradılması bəli, 1828-ci mart ayında istər Naxçıvan, istərsə də İrəvan xanlığı ləğv edilir və yerində 1840-cı ilə qədər davam edəcək erməni vilayəti yaradılır. 19-cu əsrin ilk rübündə baş vermiş üç kilsə və qəmərli döyüşlərinin oxşar cəhətini bizdən istəyir. Hər ikisində Qacarlar qalib gəlirlər Ruslara. Görə elə Osmanlıların məğlub olması xeyr, Rus qoşunların Naxçıvanı ələ keçirməsi, Rus qoşunların İrəvanı tutması, Osmanlılarla Ruslar arasında olması, İrəvan xanlığı uğrunda baş verməsi bəli. G variantı hər ikisində Ruslar məğlub olacaqlar. Sonra 8. Azərbaycanın iki hissəyə bölünməsini rəsmən başa çatdıran müqavilə Türkmənçay müqaviləsidir. Gülüstan da var, amma Gülüstanda Azərbaycan hələ
tam olaraq kilsəyə bölünməmişdi. Bölünmüşdü, sadəcə İrəvan və Naxçıvan Qacarlarda qalmışdı. Türkmənçayda isə ümumilikdə Azərbaycan Araz çayı sərhəd olmaqla kilsəyə bölündü. Yəni bu şərt bu Türkmənçay müqaviləsinə məxsus bir şərt deməyək cümlədir. Sonra 1828-ci ildə başlamış Rus-Osmanlı müharibəsi başa çatdıran sülh müqaviləsi. 1828-ci ildə başlamış Rus-Osmanlı müharibəsi 28-29-cu illəri əhatə eləmişdi və Ədirnə sülhü ilə 29-cu ildə başa çatdı ki, bu sülhün şərtlərindən də biri Osmanlı ərazisində olan ermənilərin Azərbaycana köçürülməsi idi. Naxçıvan xanlığının Rusiya tərəfindən işğalını rəsmiləşdirən müqavilə Türkmənçay müqaviləsi 1828-ci il. Sonra digərlərini də bir dənə yadımıza salaq. Georgievsk müqaviləsi 1802-ci ildə idi. Sonra 1802 illərin yazım. Sizin üçün də təkrar olsun. Gürcüstan müqaviləsi 1813. Bağdad müqaviləsi 1733. Gəncə müqaviləsi 1735-ci ildə bağlanmış müqavilələr idilər. Sonra davam eləyək. 11-ci sual. Daha əvvəl imzalanmış müqaviləni bizdən istəyəcək. Türkmənçay müqaviləsi 1828. Buxarest 1812. Rus-Osmanlı. Ədirnə 1829. Rus-Osmanlı. Gürcüstan 1813. Rus-Qacar. Georgievsk 1802. Gürcülərlə Rusiya arasında ən tez burada, yəni ən əvvəl, ən tez olan Georgievsk müqaviləsidir. Daha gec imzalanmış müqavilə Gürcüstan 1813, Ədirnə 1829, Türkmənçay 1828, Kürəkçay 1805, Rəş müqaviləsi də 1732-ci ildə imzalanmışdı. Təbii ki, C variantı ən gec deyir. Gec deyirsə 1732 bunu yazaq. Ən gec deyirsə burada Ədirnə sülhüdür. 13. Daha əvvəl, yəni tez olan istəyir. Kürəkçay 1805, Ədirnə 1829, Gürcüstan 1813, Buxarest 1812, Türkmənçay isə 1828. Ən əvvəl, yəni tez olan istəyirsə Kürəkçay müqaviləsi doğru cavabdır. 19-cu əsrin birinci yarısında Rus-Qacar müharibəsinə son qoyan müharibə. Birinci yarısında 19-cu əsrin birinci yarısında Rus-Qacar müharibəsinə son qoyan müqavilə. Burada Gürcüstan adını verməyib, versəydə artıq çaşdırıcı sual olardı. Türkmənçay müqaviləsidir. Ədirnə Rus-Osmanlıdır, Buxarest Rus-Osmanlıdır, Peterburq Səfəvi Rusdur, Bağdaddakı Səfəvi Osmanlıdır. 19-cu əsrin birinci yarısında Azərbaycanın dövlətçilik ənənələrinə son qoyan müqavilə təbii ki, Türkmənçay müqaviləsidir. Aslanduz döyüşünün nəticəsində Ruslar qalib gəlirlər Qacarlara və nə olur? Lənkəran qalasının daxili müstəqilliyinə son qoyuldu. Xeyr, Lənkəran qalası bu müstəqillik, daxili müstəqillik 1826-dadır. Rus qoşunları Qacar qoşunları tərəfindən məğlubiyyətə uğradıldı. Xeyr, Bakı xanlığı, xeyr, Lənkəran daxili müstəqilliyi, xeyr, İrəvan xanlığı işğal edildi. Xeyr, Rus qoşunları qalib gəldilər. Sonra 1827-ci il Cavanbulaq döyüşü nəticəsində Rus qoşunları qalib gəldilər. Kimə? Qacarlara. Gürcüstan müqaviləsinə əsasən Rusiyanın hakimiyyəti altına düşməyən Azərbaycan xanlıqları Gürcüstan müqaviləsinə əsasən bütün Azərbaycan, bütün Şimali Azərbaycan daxil olmaqla yalnız İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla bütün Şimali Azərbaycan torpaqları verilir Ruslara. Bax bu belə deyək də, bu ərazilər verilir Ruslara. Cənub əraziləri isə qalır Qacarlarda. İrəvan və Naxçıvan da Gürcüstana əsasən qalır Qacarlarda. Deməli 1 və 2-ni burada doğru cavab kimi götürəcəyik.
1806-cı ildə Quba və Bakı xanlıqları işğal etmiş dövlət. Quba və Bakı xanlıqlarını işğal etmiş dövlət. Burada 3'dür. 3 yəni Rusiyadır. 3 də ki D-dir. 4 Osmanlı torpağı da həmin vaxtı. Yəni 4 və 5 Osmanlıdır. 2 Fransadır, bir də ki İngiltərə və ya Böyük Britaniya. 1806-cı ildə Bakı xanlığı və Dərbəndi işğal etmiş dövlət yenə Rusiyadır. D variantı. Deməli, D variantı. Digərlərində dedim, bilirsiniz. 1813-cü ildə Rusiyanın işğal etdiyi xanlıq. 1813-cü ildə Ruslar Lənkəran xanlığını işğal etmişdilər. Gəncə 1804-dür. Dərbənd 1806-dır. Bakı da 1806-dır. Şaman xanlığı da 1805 Kürəkçay müqaviləsi ilədir. 2-dəki C variantı. 1827-ci ildə Rusiya tərəfindən işğal edilmiş Azərbaycan xanlıqları, təbii ki, İrəvan və Naxçıvan xanlıqlarıdır. B variantı 1 və 3. Sonra 1722 və 1806-cı ildə Dərbəndi işğal etmiş dövlət yenə Rusiyadır. Rusiyadakı burada 4 ilə göstərib. 4 də ki bizdə B variantındadır. 3 və 5 Osmanlıdır. 1 İngiltərədir. 2 də ki Fransadır. 24. 1823 və 1806-cı illərdə Bakını işğal etmiş dövlət yenə Rusiyadır. Rusiyada burada yenə bildiyiniz kimi 1-dir. Bir də ki D variantındadır. Digər torpaqları artıq bilirsiniz. 25. Cənubi Qafqazın 19-cu əsrin birinci yarısı tarixi ilə bağlıdır. Cənubi Qafqaz deyəkən Gürcüstan, Azərbaycan ərazisi nəzərdə tutulur. Çünki o vaxtlar Ermənistan yox idi. Deməli, 19-cu əsrin birinci yarısı, yəni 1850-yə qədər olan hadisələrdir. İstanbul müqaviləsi Cənubi Qafqazın 19-cu əsrin birinci yarısı tarixi ilə bağlıdır. İstanbul müqaviləsi 1700-lərdədir, Rəşd 1700-lərdir, Gəncə 1700-dür, Qəsr-Şirin 1600-dür, Ədirnə 1829, bəli, İstanbul yazaq illəri 1724, Rəşd 1732, Gəncə 1735, Qəsr-Şirin 1639. 26. 1803-cü anda öhdəlik haqqında sazişə əsasən anda öhdəlik Çarlılarla, yəni Çar Balakənlə Ruslar arasında imzalanmış öhdəlik idi. Çarlılar sədaqət əlaməti olaraq Rusiyaya girovlar verməli idilər. Bəli, cavab da elə budur. Qarabağ xanlığı ilə əlaqəsi yoxdur, Şəmkədir Pəmbək yoxdur. Yalnız Şimal xanlıqları xeyr, Azərbaycan cəmaatı xarici siyasətdə müstəqilliyi saxlayırdı. Xeyr, Ruslardan asılıqla düşürdü. Azərbaycanda yerli bəylərdən ibarət əyalət şurası təşkil olunmuşdur. Təbii ki, Qubada 1806 və 1810-cu illər rəhbərliyinə də Bakı xanlığı gətirilmişdi. Bakı xanı gətirilmişdi. Mirzə Məhəmməd. Keçmiş Bakı xanı daha doğrusu gətirilmişdi. Deməli, cavab da ki, Çar Balakən xeyr, 1-ci Pyotrun zamanında deyil. Quba xanlığı müstəqil xarici siyasət yer etdiyi dövrdə xeyr, o vaxt artıq xarici siyasət yerdə bilmirdi. Quba xanlığı Rus qoşunları tərəfindən işğal edildikdən sonra, bəli, 1806-da işğal olunur. 1810-a qədər bu əyalət şurası olur və 1810-da xanlıq ləğv edilir, komendant idarə üsulu yaradılır. O vaxt 1-ci Nikolay hakimiyyəti yox idi. Y variantı ona görə səhvdir. 28. Qubada yerli bəylərdən ibarət əyalət şurası ləğv olundu. Nəyə əsasən? 1810-cu ildə Qubalılar üsyan qalxırılır və Gilgilçay döyüşü baş verir. 19-cu əsrin ilk 10 illiyində, bəli, 1810 Qubada üsyan qaldırılır və Gilgilçay döyüşü nəticəsində söz yox, Rusları məğlub edirlər. Ruslar sonradan elə həmin ildə gəlib Qubanı yenidən tutur və xanlığı ləğv edirlər. Gürcüstan müqaviləsinə hələ qalmışdı. İkinci Rus-Qacar müharibəsi deyildi. Anda öhdəlik Çarlılarla idi. Komendant idarə üsuluna qarşı xeyr, hələ o vaxtı Qubada komendant idarə üsulu yox idi. 1810-dan sonra olacaq.
1722-ci və 1806-cı ildə Rusiya tərəfindən işğal olunmuş ərazilər. 1722 və 1806-cı ildə Rusiya tərəfindən Dərbənd tutulub. Bakı 1723-də tutulacaq. Əlbəttə 4 C variantı. 1723 və 1806-cı illərdə Bakı tutulur. Bakıdakı 3 ilə B variantı. Sonra 31-ci sual. İkinci Rus-Qacar müharibəsinə aid olan döyüşlərdən biri buraxılmışdır. İkinci Rus-Qacar deyirsə, Şəmkir, Gəncə, Cavanbulaq və Sərdarabad döyüşləri. Sərdarabad döyüşü 2-ci Rus-Qacara aiddir. Qarabağ 1-ci Rus-Qacardır. Aslanduz 1-ci Rus-Qacardır. Üçmədicin döyüşü 3 kilsə də deyirlər buna. 1-ci Rus-Qacardır. Gümrü isə 1-ci Rus-Qacarın zamanındadır, amma 1-ci Rus-Qacara aid deyil. Rus-Osmanlı müharibəsidir. 1-ci Rus-Qacar müharibəsinə aid döyüşlərdən biri buraxılmışdır. 3 kilsə, Qəmərli, Qarababa, bəli. Sərdarabad 2-ci Rus-Qacardır, Şəmkir 2-ci Rus-Qacardır, Cavanbulaq 2-ci Rus-Qacardır, Gümrüdəki Rus-Osmanlı müharibəsidir. 32-də B-dir doğru cavab. Müvafiq olaraq 1819-cu və 1820-ci illərdə ləğv edilmiş xanlıqlar. Deməli, 1819-da Şəki ləğv edilir, 1820-də isə Şamaxı ləğv edilir. 1822-də isə Qarabağ ləğv ediləcək. Deməli, 3, 1 və müvafiq olaraq desə 3 və 1. Müvafiq yəni ardıcıl. 3 və 1. Sonra 34. Azərbaycanın 1723 və 1806-cı il tarixlərinə aid oxşar cəhətini istəyir. Bakının Rus qoşunları tərəfindən işğal edilməsi. Bəli, Şamaxıda və Rus qoşunlarına qarşı işğal. Belə digər variantların hər biri yanlışdır. C variantı doğru cavabdır. Azərbaycanın 1796 və 1804-cü il tarixlərinə aid oxşar cəhət Rusların hücumu ola bilər. Ağa Məhəmməd Qacarın Qarabağa hücumu, xeyr, 96 ola bilər, amma 1804 deyil. Qarabağ və Quba xanlıqları tərəfindən İstanbula elçi heyət göndərilməsi 1804-də olmayıb. 1796-da görmürük. Ümumiyyətlə Quba Osmanlı elçi heyəti göndərməyib. Gəncə xanlığının Rus qoşunları tərəfindən işğalı, bəli, 96-da tutulmuşdu, 1804-də tutuldu. Qarabağ və Şəki xanlıqlarının Rusiya ilə diplomatik əlaqələr yaratması. Qarabağ və Şəki 96-cı ildə Şəki xanlığı Rusiya ilə diplomatik əlaqələrini biz görmürük, Qarabağda görmürük. 1805-də olacaq. Bunlar Kürekçiyə müqaviləsinə əsasən əlaqə yaradılır. O da 1805-dir. Ruslara tabe olurlar. Şəki xanlığının Quba xanlığına birləşdirilməsi xeyr 1769. 1805-ci ildə Rusiyanın hakimiyyəti altına keçmək haqqında müqaviləni imzalamaq məcburiyyətində qalan xanlıq. Təbii Şamaxı xanlığı. Məcbur qalır, imzalayır. Qarabağ könüllü sürətdə imzalayır. Şəki də könüllü sürətdə imzalayır. Şamaxı isə məcbur qalaraq imzalayacaq. Ermənilərin Osmanlı dövlətindən Cənubi Qafqaza köçürülməsinə imkan verən sülh müqaviləsi. Osmanlıdan köçürülmə deyirsə, bu Ədirnə sülhü ilədir 1829-da. Türkmənçay isə Qacarlardan olacaq. Qacarlardan olan ermənilər köçürülür. Qacarlar dövlətindən əhalinin Cənubi Qafqaza hərəkətinə icazə verilməsi nəzərdə tutan sülh müqaviləsi. Bax, bu elə yəni əhalinin hərəkətinə icazə verilməsidir. Yəni, söhbət burada ermənilərin gəlməsindən söhbət gedir. Bu da ki, Türkmənçaydır. Türkmənçay sülhünün 15-ci maddəsinə əsasən. 39. 1804 və 1813-cü illər Rusiya-Qacar müharibəsinin gedişində baş verməmişdir. Bunu bayaq da dedim, az əvvəl dedim. Sultanbud aiddir. 1812, Aslanduz 1812 aiddir. Gəncənin Rusiya tərəfindən işğalı, xeyr, bu müharibənin ərəfəsindədir. Gəncə 1804-ün yanvar ayında işğal olunur. Gəncənin işğalından sonra müharibə başlayır. C variantı. Bakı xanlığının Rusiya tərəfindən işğalı 1806, Kürekçi müqaviləsi 1805 hər biri aiddir.
1804-13-cü illərdə Rus-Qacar müharibəsi gedişində baş verməmişdi. Gürcüstan müqaviləsinin imzalanması aiddir. Sultanbud 1812, Şəki xanlığının Rusiya tabeliyinə keçməsi haqqında müqavilə Kürəkçay müqaviləsi aiddir. Hüseynqulu xanın danışıqları zamanı Siyonların öldürülməsi 1806 aiddir. Naxçıvan xanlığının Rusiya tərəfindən ləğv edilməsi bu Türkmənçay müqaviləsindən belə sonradır, yəni 1828-in mart ayındadır. 41-ci sual. Türkmənçay və Ədirnə müqavilələrinin nəticələrində oxşar cəhət. Deməli, yəqin ki, ermənilərin köçürülməsi olacaq. Ermənilərin Cənubi Qafqaza köçürülməsi. Bəli. 41-də D variantıdır. Cənubi Azərbaycan torpaqlarının Rusiya tərkibinə qatılması. Cənubi Azərbaycan torpaqları heç biri Rus-Qacar müharibələrinə son qoyulması, bu Türkmənçayda Ədirnə deyil. Osmanlı dövlətinin Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsi heç biri. Şimali Azərbaycanın Qacarların müstəmləkəsinə çevrilməsi heç biri. 1819-cu il Şəki, 1820-ci il Şamaxı xanlıqları üçün oxşar cəhət xanlığın daxili müstəqilliyinin ləğv edilməsidir. Rus qoşunlarının xanlığın ərazisindən çıxarılması, xeyr. Komendant idarə üsulunun ləğv edilməsi, xeyr, əksinə yaradıldı. Əyalət şurası ləğv edildi, xeyr. Xanlıq idarə üsulunun bərpa edildi, xeyr. Xanlıq idarə üsulunun ləğv edilməsi, bəli, Y variantıdır. 1822 Qarabağ və 1826-cı il Lənkəran xanlıqları üçün oxşar cəhət. Yenə eyni aqibət, xanlıq idarə üsulu ləğv edildi. Rusiya ilə müqavilə xanlığın Rusiyanın əyalətinə çevrilmələri, bəli. Hər ikisində xanlıq idarə üsulu ləğv olunur və Rusiyanın əyalətinə çevrilirlər. Şəki xanlığının 19-cu əsr tarixinə aiddir. Şəki xanlığı. Deməli, 1800-cü illərdə Şəkidə nə baş vermişdi? Qızılqaya xəyanəti 1752-dir. Rusiya ilə müqavilə imzalanması 1805-dir, bəli. 44-də B-dir. Ağa Məhəmməd Qacarın yürüyüşünə o 1700-lərdir. Əsasının qoyulması 1700-lərdir. Qarabağ xanlığı ilə müharibə etməsi o da 1748-dir. Sonra Bayat savaşı. 19-cu əsrin ikinci rübündə, yəni 1825-dən 50-yə qədər olan hadisələri bizdən istəyəcək. Gəncənin Yelizavetpol adlandırılması o 1804-dür, birinci rübdür. Gürcüstan müqaviləsi 1813, birinci rüb. İrəvan xanlığının Rusiya tərəfindən işğal edilməsi, bəli, 1827-ci ildə. Doğru cavab elə C variantıdır. Şəki xanlığının ləğv edilməsi, Şəki xanlığı 1819, birinci rüb. Hacı Murtuzun başçılığı ilə üsyan qalxması o 1860-lardır. Yəni o da bura şamil deyil. Sonra davam edək. 1800 Hacı Murtuzun başçılığı ilə qalxan o üsyan Zaqatala da qalxmışdı. 1863-cü ildə idi. Sonra Y də yanlışdır. 46. Şəki xanlığının 19-cu əsr tarixinə aid deyildi. Bayat savaşının baş verməsi 19-cu əsr, yəni 1800-də tarixinə aid deyil. Bayat savaşı 1800-lərdədir, 1700-lərdədir. Rusiya ilə müqavilənin elə cavab adıdır, elə aid olmayanı bizdən istəyir. Biz də tam qaz gedirik. A variantı. Rusiya ilə müqavilə 1805, xanlığın ləğv edilməsi Şəki xanlığı 1819, xanlıq idarə etmək üçün müvəqqəti idarə, bu da xanlığın işğalından sonradır. Sonra, yəni 1806-da əslində Kürəkçay müqaviləsi imzalanır 1805-də. Bir il sonra isə xan hakimiyyətdən devrilir üsyan nəticəsində Şəkidə müvəqqəti idarə yaradılır, yəni 1806-da. Ta ki 1819-cu ilə qədər bu davam edəcək. Səlim xan tərəfindən Rus qoşunlarının Şəkidən qovulması 1806-da. Bax, bu hadisə olur, bu hadisədən sonra idarə yaradılır, müvəqqəti idarə. Sonra 1827-ci il Cavanbulaq döyüşünün nəticəsində nə baş verir? Qacarlar məğlub olur, Rus qoşunları qalib gəlirlər. Şəkidə Ruslar öz hakimiyyətlərini bərpa etdilər. Xeyr, Şəki ilə əlaqəli deyildi. Sədirabad qalası Rus qoşunları tərəfindən tutuldu. Xeyr.
Sonra Sərdarabad döyüşündən sonradır. Rus-Qacar müharibəsini başa çatdı. Xeyr, Təbriz Rus qoşunları tərəfindən işğal edildi. Bu döyüşlə bir əlaqəsi yoxdur onun. 18-ci əsrə aid deyil, yəni 1700-lərə aid olmayanı bizdən istəyir. Hacı Çələbinin özünü Şəki xanı ilə elan etməsi. Bu 1724-dür Osmanlı himayəsində. Yəni müstəqil xanlıq. Hacı Çələbi deyir, hə. Mən Hacı Davud oxudum bir anlıq. Hacı Çələbi deyirsə 1747, 43 daha doğrusu aiddir. Rusiya ilə Osmanlı dövləti arasında İstanbul 1724 aiddir. Rusiya ilə Səfəvi dövləti arasında Peterburq müqaviləsi 1723 aiddir. Nadir xanın özünü şah elan etməsi 1736. Rusiya ilə Qacarlar arasında Türkmənçay 1828. Bu aid deyil 18-ci əsrə. 49. 18-ci əsrə aid deyil yenə də. Kirmanşah sülhü 1832, Rəş müqaviləsi 1732 hər ikisi. 1-ci Pyotrun Xəzəryanı bölgələrə yürüyüşü 1722, Gəncə müqaviləsi 1735. Buxarə sülhünün imzalanması 1812. Rus-Osmanlı arasında. Y variantı. 50-ci sual. 19-cu əsrdə Rusiya tərəfindən ilk işğal edilmiş xanlıq. 1800-lərdə Rusiya tərəfindən ilk işğal edilmiş xanlıq Gəncə. Xanlıqların işğalına baxaq elə, qoy sizə tam aydın olsun. İrəvan 1827-də, Qarabağ 1805-də, Şəki 1805-də, Naxçıvan 1827-də. Gəncə isə 1804-də. 1805-ci ildə müqavilələr bağlamaqla Rusiyanın tabeyinə keçmiş xanlıqları Kürəkçay müqaviləsini deyir burada. Qarabağ, Şəki, Şamaxı. Uyğunluq pozulmuşdur. Qəsr-Şirin müqaviləsi imzalanıb Səfəvi Osmanlı dövlətləri arasında bəli. 1639. Yazaq elə illərində. Sizə də təkrar olsun. Ədirnə müqaviləsi imzalanıb Rusiya ilə Osmanlı arasında. Bəli, 1829. Kürəkçay müqaviləsi imzalanıb Qarabağ xanlığı ilə Rusiya arasında. Bəli, 1805. Buxarest müqaviləsi imzalanıb Ruslarla Qacar arasında. Xeyr, Buxarest müqaviləsi 1812-də Rus-Osmanlı arasında imzalanmışdı. Yanlış cavab budur. Türkmənçay müqaviləsi Rus-Qacar 1828 doğrudur. 52-də D. Sonra 53. 1805-ci il mayın 14-də nə baş vermişdi? Rusiya ilə Qacarlar arasında Kürəkçay müqaviləsinin Rusiya ilə Qarabağ xanlığı arasında Kürəkçay müqaviləsi imzalanması bəli. Doğru cavabıdır. Şama xanlığı arasında müqavilə o may ayında deyil. 1805-də ama may deyil. Bəzi xanlıqlar arasında Georgiyevski 1802-dir. Qazax Şəmşəddə borçlu ərazilərin Rusiyaya qatırması bu 1801-dir. Çar Balakən cəmaatı Tiflisdə anı öhdəlik imzalaması bu 1803-cü ildir. A variantı doğru cavabdır. 54-cü sual. Gəncə və Bakı xanlıqlarının Rusiya tərəfindən işğal olunmasından sonra yaradılmış idarə sistemi təbii ki, komendant idarə üsulu olacaq. Sonradan digər xanlıqlarda da bu idarə üsulu yaradılacaqdır. 54-də B variantı doğru cavabdır. Yadınızda salın, bu xanlıqlar haçan işğal olunub. 55-ci sual. Dağıstanın Rusiya hakimiyyəti altına keçməsi qəbul edildi. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalının ilk mərhələsi başa çatdırıldı. Gürcüstan müqaviləsindən söhbət gedir burada. Bu Dağıstan məsələsi diqqətli olun uşaqlar, siz çaşdırmasın. Gürcüstan müqaviləsidir. Gürcüstan müqaviləsinin şərtlərindən biridir. 56. Qacarlar Azərbaycanın şimalında ən mühüm dayaqlarından birini itirdi. Gəncənin işğalı ilədir 1804-də. Rusiya Cənubi Qafqazda hərbi strateji üstünlük əldə etdi. Təbii ki, Gəncənin Rus qoşunu tərəfindən işğal edilməsi ilə. Çünki Gəncəni idarə edən Ziyadoğullar Qacarlarla yaxın qohum idilər. 57. Quba və Lənkəran xanlıqları... Ay maşallah, nə boyda sualdır bu. Quba və Lənkəran xanlıqları 19-cu əsrin ilk 10 illiyində, yəni 1810-a qədər olan hadisədir.
İlk 10 illiyində Rusiyanın işğal təhlükəsindən ehtiyat edərək onunla müqavilə imzaladı. Aha, söhbət burada 1802-ci il Georgiyevskdən gedir. Onunla müqavilə imzaladı. Rusiya isə bu müqavilədə məqsədi Azərbaycan xanlıqlarını arxayın salmaq istəyir. 1802-ci ildə bu müqaviləni imzalayır və burada əsas məqsəd Azərbaycan xanlıqlarını razı salmaqdır ki, yəni güya mənim sizlə işim yoxdur, mən sizlə dostam, nəyəm. Haqqında bəhs edilən müqavilə əsasın uyğunluğu müəyyən edilir. Georgiyevski müqaviləsidir bu. 1802. Müqavilənin siyasi müddəaları. Deməli, regionda Rus qoşunlarının yerləşdirilməsi bu siyasi deyil. Qacar təhlükəsinə qarşı birgə mübarizənin aparılmasının nəzərdə tutulması. Quba xanlığının gələcəkdə öz istəyi ilə Rusiya himayəsinə keçə bilməsi, bəli, istəsə keçə bilərdi. Sonra imzalayan xanlıqlarda komendant idarə üsulunun tətbiqi. Xeyr. Müqavilənin iqtisadi müddəaları, yəni pulla bağlı müddəalar. Rus tacirlərinə Şəki xanlığı ərazisində xeyli Şəki xanlığı müqavilə imzalamamışdı. Qarabağ xanlığına Qarabağ xanlığı da imzalamamışdı. Yeganə iki xanlıq Quba və Lənkəran imzalamışdı. Xəzər dənizində gəmiçiliyin inkişaf etdirilməsinin nəzərdə tutulması, bəli. İmzalayan xanlıqların ərazisində diplomatik nümayəndəliklə heyətin açılması, xeyr, belə bir şey yoxdur. Bu ümumiyyətlə olsa belə bu iqtisadi deyildi, siyasi idi. İqtisadi pulla bağlı məsələlərdir. Xəzər dənizində də gəmiçiliyin inkişafı, bəli, C variantı. 1-ə BC, 2-ə C. Doğru cavabdır. 19-cu əsrin əvvəllərində Avropa dövlətləri müstəmləkələr ələ keçirmək uğrunda geniş və kəskin bir hərbi mübarizəyə girişmişdilər. Qərbi Avropa dövlətlərindən, xüsusən də İngiltərə və Fransanın Cənubi Qafqaz barədə işğalçı planları var idi. Ona görə də onlar Rusiyanın bu ərazidə möhkəmlənməsinə mane olmağa çalışırdılar. Aha. Mətndə bəhs olunan Qərbi Avropa dövlətlərinin, yəni Rusiya və İngiltərə və Fransanın Rusiyanın regionda möhkəmlənməsi siyasətinə qarşı atdığı addımları özündə əks etdirir. Yəni, görə elə bunlar nə ediblər ki, Ruslar burada möhkəmlənməsin, bizim torpaqlarımızda. Fətəli Şah Qacarlara müqavilə imzalamışdı. Fətəli Şah Qacarla müqavilə imzalanmışdır. Bəli, ingilislərlə biz bilirik ki, Fətəli Şah müqavilə imzalamışdır. Sonra 1814-cü ildə Tehran müqaviləsi. Bir doğrudur. Azərbaycan xanlıqlarını özünə yaxınlaşdırmaq üçün diplomatik tədbirlər görülməsi. Biz belə bir tədbir görmürük. Yəni, İngilislər, Fransızda belə bir tədbir eləsin, görmürük. Cənubi Qafqaza qoşun yeritmələri heç bir etməyib bunu. Viyana Konqresinin çağırması bununla heç bir əlaqəsi yoxdur. Yalnız bir. 59. Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən ermənilərin köçürülməsidir. Ermənilərin Qacar ərazisindən Cənubi Qafqaza köçürülməsinə şərait yaradıldı, bəli. O maddə sırf ermənilərin köçürülməsinə aid olan bir maddədir. 1804-cü ildə Gəncə və 1806-cı il Bakı xanlıqlarının tarixinə aid oxşar cəhət, işğalı və ləğvləri müqavilə bağlamayıblar. Rus qoşunlarını öz ərazilərindən qova bilməyiblər daha doğrusu. Ağa Məhəmməd xan Qacarın yürüşünə məruz qalmayıblar. Rus qoşunları tərəfindən işğal ediliblər, bəli. Və edilən kimi də daxili müstəqilliklər ləğv olunur, ərazilərində komendant idarə üsulu yaradılır. Bakı və Quba xanlıqlarının və Dərbəndin 1806-cı il tarixlərinə aid oxşar cəhət hər üçü bu ildə işğal olunub Ruslar tərəfindən. E variantı doğru cavabdır. 62. Rəşt və Gülüstan müqavilələrinin şərtlərinə aid ümumi cəhət. Rəşt 1832 və Gülüstan. Burada Rus tacirlərinə imtiyaz olacaq. Görərsiniz. Ermənilərin Azərbaycana köçürülməsi, xeyr. Xəzər sahili vilayətlərin Rusiyaya birləşdirilməsi, xeyr. Bir dəqiqə bu qalsın. Rusiyanın Xəzər dənizində hərbi donanma saxlamaq hüququ Rəşdə yox idi. Rus tacirlərinə
ticarətdə bir sıra imtiyazların verilməsi, bəli. Cavab bu olacaq. Cavab bu olacaq. Xəzər sahili vilayətlərin Rusiyaya birləşdirilməsi, xeyr. Çünki Rəşdə Kür çayına qədər olan ərazilər idi. Kür çayından sonraki Xəzər sahili torpaqlar Səfəvlərin əlində qalırdı. Qacarların Rusiya təslimatı, xeyr. Rəşd Qacarlarla yox, Səfəvlər Ruslar arasında idi. Gülüstan və Türkmənçay müqavilələrinin şərtlərinə aid ümumi cəhət. 1-ci Aleksandrın dövründə, 1-ci Aleksandr 1801-dən 25-ci ilə qədər olmuşdu. Gülüstan-Türkmənçay müqaviləsində Aleksandrın zamanında düşmüş. Rusiyanın Qacarlara təzminat ödəməsi, Rusiyanın Qacarlara, xeyr. Xəzərdə hərbi donanma saxlamaq hüququnun yalnız Rusiyaya verilməsi, bəli. Hər ikisinin oxşar cəhətidir. 19-cu əsrin 1-ci rübündə, Gülüstan 1-ci rübdə ola bilər 1813. Amma Türkmənçay artıq 2-ci rübdədir. 1828-də. Qacarlardan əhalinin Cənubi Qafqaza hərəkətinə icazə verməsi, o yalnız Türkmənçaydır. 1829-cu ildə Ədirnədə bağlanmış sülh müqaviləsinin nəticəsində Azərbaycan, xeyr, Rus-Osmanlı müqaviləsi idi bu. Erməni vilayəti, xeyr, Osmanlı dövlətinə məxsus ahali sıx başalığının bir hissəsi Rusiyaya ilhaq edildi, bəli. Təbriz şəhəri və Naxçıvanın heç bir əlaqəsi yox idi bu sülhün. 65. 1829-cu ildə Ədirnə sülh müqaviləsinin bağlanması nəticəsində Rusiya imperiyaya çevrildi. Bu Niştan sülhüdür, 1721. Rusiya Azərbaycanın cənub torpaqlarını işğal etdi. Ədirnə ilə əlaqəli deyil. Ümumiyyətlə cənub torpaqlarının işğalı edib, amma orada qalmayıb. Azərbaycanlılar, Osmanlılar bütün Cənubi Qafqazın Rusiya tərəfindən işğalını tanımağa məcbur oldular, bəli. Cavab da elə budur. Ruslar Azərbaycanın şimal xanlıqlarının Osmanlı tərəfindən tutulmasını, xeyr, əksinə Osmanlı tanıdı, Ruslar yox. Üçkisi Osmanlı tərəfindən Osmanlı dövlətinin tərkibinə qatıldı, xeyr. 66. 19-cu əsrin əvvəllərində, yəni 1800-ün əvvəllərində Rusiya ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay müqaviləsinin şərtlərinə daxil deyildir. Kürəkçay, yəni 1805-də bağlanmış Kürəkçayın şərtlərinə aid deyil. Xan, onun varisləri və varlığı bütün əhalisi Rusiya təbəyinə qəbul olunurdu, bəli edilirdi. Xanlıq müstəqil xarici siyasət hüququnu saxlamaqla, xeyr, saxlamırdı. Xanlığın xarici siyasət hüququ keçirdi Rusların əlinə. Xanlıq müstəqil xarici siyasət hüququndan məhrum edilirdi. Hər il bac verməyi öhdəsinə götürürdü. Şuşada Rus qoşunlarının saxlanılmasına razılıq verilirdi. Buxarest və Gülüstan sülh müqavilələrinin oxşar cəhəti. Buxarest və Gülüstan 1812 və 1813. Cənubi Qafqazın bir hissəsinin Qacarlar tərəfindən işğalının tanınması. Xeyr. Buxarest Rus-Osmanlı müqaviləsi idi. Şimali Qafqazın bütünlüklə Rusiya tərəfindən işğalçılığının təsdiq olunması. Şimali Qafqazın bütünlüklə Rusiya tərəfindən işğalçılığının təsdiq olunması. Şimali Qafqaz, Buxarest, xeyr. Buxarestdə yoxdur belə bir şey. Gürcüstanda var, amma Buxarestdə yoxdur. Şimali Qafqaz deyəndə Dağıstanı nəzərdə tutur. Cənubi Qafqazın bir hissəsinin Rusiya tərəfindən işğalının təsdiq olunması. Bəli. Osmanlı tanıyır bir hissəsini. Cənubi Qafqazın bir hissəsinin Cənubi Qafqazın bir hissəsinin və Qacarların qərbinin Rusiya tərəfindən işğalının tanınması, belə bir şey yoxdur. Şimali Qafqazı Rusiya ilə Qacarlar arasında bölüşdürülməsi yoxdur. Şimali Qafqaz ümumiyyətlə Dağıstan ərazisidir. O tam olaraq Rusiyaya aiddir. Heç bir dövlətlə onu bölüşdürməyib. Kürəkçay müqavilələrinin Qarabağ və Şəki xanlıqları üçün oxşar cəhəti. Çar xəzinəsinə bac verməkdən azad edilmələri, xeyr, əksinə. Xanlıqların müstəqil xarici siyasət hüququnu saxlamaları, xeyr. Xanlıqların daxili idarəsinin Rus zabitlərinin ixtiyarına verilməsi, xeyr. Xanlıq özü idi, idarə edirdi. Rusiyanın hakimiyyəti altına keçmələri, bəli. İcazə verilməməsi deyirsə, xeyr. 69. Şəki və Şamaxı xanlıqlarının 19-cu əsrin 1-ci rübü tarixinə aid oxşarlıq. 19-cu əsrin 1-ci rübünə, yəni 1801-dən 1825-ə qədər olan dövr deyir.
Birinci Rus-Qacar müharibəsi ərəfəsində Rus qoşunları tərəfindən işğal edilməsi. Şamaxı və Şamaxı Rus-Qacar müharibəsi ərəfəsində yox, müharibənin gedişində işğal olunmuşdu. Qacar qoşunları tərəfindən tutularaq ləğv edilməsi. Xeyr, əksinə ruslar tutmuşdu. Kürəksədə Rusiya ilə ikitərəfli müqavilə imzalanması. Bəli. Həm Şəki, həm Şamaxı 1805-də Kürəksəyə imzalamışdı. Türkmənçay müqaviləsi birinci rübə düşmür. Ləğv edilmələri də ki, birinci rübə düşmür. Əslində birinci rübə düşür. Bir dəqiqə. Ləğv edilərək bütün hakimiyyətin komendanta verilməsi. Bəli, 1819 Şəki, 1820-də isə Şamaxı ləğv olunur. Bu doğru cavabdır. Kürəksayda Rusiya ilə ikitərəfli müqavilə imzalanması. Şəki və Şamaxı 19-cu əsrin 1-ci rübünə tarixinə aid oxşarlıq. Kürəksayda Rusiya ilə ikitərəfli müqavilə imzalanması. Hər halda burada ikitərəfli yox, təktərəfli müqavilə olacaqdır yəqin ki. Ona görə bu sual yanlış olacaq. Yenə də bu suala diqqətli olun. 69-cu sualda diqqətli olasınız uşaqlar. Sonra 70 uşaqlar və müəllimlər. 19-cu əsrin əvvəllərində Azərbaycanın və 19-cu əsrin ikinci yarısı Şimali Qafqazın tarixinə aid oxşar cəhət. 1800-ün əvvəllərində Azərbaycan və 1850-dən sonraki Şimali Qafqazı tarixinə aid oxşar cəhət. Burada Rusiya müstəmləkə işğalına məruz qalmaları, bəli. Çünki dağlılarla müharibə gedirdi və 1860-larda dağlılarla müharibə yekunlaşır. Sonradan yəni ikinci yarısında Şimali Qafqazın işğalı tamamlanır. Şeyx Şamil hərəkatı. Oradan yadınıza düşər. Gəncə və Bakı xanlıqlarının işğaldan dərhal sonra ləğv edilməsinin səbəbi müstəqil xarici siyasət yeritmələri. Xeyr, Kürəksay müqaviləsinin şərtlərinə bunlar imzalamamışdı ki, olsun. Xanlıqların öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməmələri, ümumiyyətlə öhdəlik götürməmişdilər. Müstəmləkə əsarətinə qarşı tez-tez üsyan olmurdu. Düşmənə silahlı müqavimət göstərmələri, bəli. Düşmənə silahlı müqavimət göstərmişdi hər iki xanlıq. Sonra Rusiya işğalından sonra Qarabağ və Şəki xanlıqlarının əvvəlki idarə aparatının saxlanılmasının səbəbi. Xanlıq idarə üsulunun Rusiya ilə əlverişli olması. Xeyr. Rusiya ilə müqavilə imzalamaları. Bax, elə əsas səbəb budur. Hər ikisi Kürəksay müqaviləsini imzalamışdı 1805-də. İkinci Rus-Qacar müharibəsinə Rusiya yardım göstərmələri. Xeyr. Gəncə xanlığının işğalı zamanı ruslara kömək etmələri. Xeyr. Əhalinin silahlı müqavimət göstərməsi. Xeyr. ABŞ-də birinci İstiqlaliyyət müharibəsi başa çatan il Azərbaycanda. Birinci İstiqlaliyyət müharibəsi ABŞ-da 1783-cü ildə başa çatır. 1776-dan 83-ə qədər davam edir. Qızılqaya xəyanəti. Xeyr. Fətəli xanın Rusiyaya elçilər heyəti göndərməsi. Xeyr. Dərbənd xanlığının Quba xanlığına birləşdirilməsi. Dərbəndin Qubaya birləşdirilməsi. Xeyr. 806-dır bu. Daha doğrusu Qubaya deyirsə, Dərbəndin Qubaya 1759. Gavduşan döyüşü 1774-dür. Gəncə xanlığında iki hakimiyyətli son qoyulması, bəli. Gürcülər və Qarabağ Gəncəni işğal edib, orada iki hakimiyyətli yaratmışlar. Buna da ki 1783-də son qoyulur. Rusiya tərəfindən sonuncu işğal edilmiş Azərbaycanın Şimal xanlığı deyirsə, İrəvan xanlığıdır. Cavab D variantı. Naxçıvan işğal edilir 27-də. İrəvanla Naxçıvan eyni ildədir, amma birinci Naxçıvan olur, sonra İrəvan olur. Digərlərin işğalına baxaq, elə sizin üçün təkrar olsun. Qarabağ 1805 Kürəksay müqaviləsi, Lənkəran 1813 Lənkəran döyüşündən sonra, Şamaxı 1805 bu da ki Kürəksay müqaviləsi ilə.
Verilən xüsusiyyətlərin hər üçünün aid olduğu xanlıq müəyyən müddət Qarabağ xanlığından asılı olmuşdur. Birinci Rus-Qacar müharibəsi zamanı müstəqilliyini saxlamışdır. 1828-də ləğv edilmişdir. Təbii ki, İrəvan xanlığı. Kürəkçay müqavilələrinin Qarabağ və Şəki xanlıqları üçün oxşar nəticəsi. Qarabağ və Şəki. Kürəkçay. Görək nə deyir. Arasında Rus qoşunu saxlanılmamalı, yanlışdır. Müstəqil dövlət kimi ləğv edilmələri xeyir, daxili müstəqilliyi qalırdı. Daxili idarəçiliyin Rus zabitlərinə tapşırılması xeyir, xan idarə edəcəkdir. Müstəqil xarici siyasət yeritmək hüququnu itirməsi, bəli, xarici siyasət hüququndan məhrum edilirdi. Daxili siyasətdə özləri müstəqil idilir. Rusiya qarşısında maliyyə öhdəliklərindən azad olunmaları xeyir. Sonra birinci və ikinci Rus-Qacar müharibələri arasındakı dövrə aiddir. Yəni 1813-dən 1826-ya qədər olan dövrü bizdən istəyir. Bu arada nə olub? Gəncə xanlığının ləğv edilməsi o müharibədən əvvəldir. Şəki xanlığının ləğv edilərək əyalətə çevrilməsi 1819-da. Bəli. Araya düşür. Ədirnə sülhü 29-dur. Bakı xanlığının işğal edilməsi 1806-dır. Urmiya və Ərdəbil şəhərlərinin işğal edilməsi o 1828-dir. Birinci və ikinci Rus-Qacar müharibəsi arasındakı dövrə aiddir. Yenə yazaq. 1813-1826. Gəncə xanlığının ləğvi düşmür. İrəvan və Naxçıvan xanlıqlarının ləğvi düşmür. Rus generalı İrəvan və Naxçıvan xanlıqlarının ləğvi 28-dir. Rus generalı Senovun Bakıda öldürülməsi 1806 düşmür. Buxarest sülh müqaviləsinin imzalanması 1812 düşmür. Qarabağ xanlığının ləğvi 1822 düşür. 79. Qarabağ və Şəki xanlıqlarının oxşar cəhətlərinə aid deyil. Qarabağ və Şəki. Birinci Rus-Qacar müharibəsi illərində ləğv edilmələri xeyir, heç biri ləğv edilməyib. Cavab da elə budur. Çünki Qarabağ 1822-də, Şəki isə 1819-da ləğv ediləcək. O da birinci Rus-Qacar müharibəsinə düşmür. Birinci Rus-Qacar müharibəsi 1804-1813-cü illəri əhatə edib. Bayat savaşında Şəki və Qarabağ iştirak edib, yəni o oxşar cəhətdir. Hər ikisi birləşdirmə siyasəti aparıb, hər ikisi inzibati cəhətdən mahallara bölünüb, hər ikisi Kürəkçay müqaviləsini imzalayıb. Məntiqi ardıcıllığı tamamlayın. Birinci Rus-Qacar müharibəsinin başlanması 1804. Kürəkçay müqaviləsi imzalanması 1805. Qarabağ döyüşündə Rus ordusunun məğlub olması bu 1809-dur. Çar Balakən cəmaatı yəqin ki 1806-ya aid olan hadisəni istəyəcək. Çar Balakən cəmaatlığının Rusiya tərəfindən işğalı 1804-dür. Yəni 1805-dən sonra olan hadisəni istəyir. 1803-dür daha doğrusu Çar Balakən. Gəncənin ləğvi 1804-dür. Düşmür. Qarabağ və Şəki xanlıqlarının Rusiyaya ilhaq edilməsi. Qarabağ və Şəkinin Rusiyaya ilhaq edilməsi 1805-dir. Onsuz bu ilhaq edilməsi deyirsə, hə, bu ləğv edilməsi deyir. Düşmür. Qəmərli döyüşündə Rusların məğlub edilməsi. Bir dəqiqə, bu da düşmür. Burada cavab D olacaq. İlhaq edilməsi doğrudur. Niyə doğrudur? Çünki ilhaq edilməsi deyərkən, yəni daxili müstəqillik qala bilər. Sadəcə xanlıq ümumilikdə Rusiya torpağı hesab olunur artıq. Buna görə də biz buna ilhaq edilmə deyə bilərik. Kürəkçay müqaviləsindən sonra bu hadisəni götürmək olar. Çünki bu 1805-in əvvəlində imzalanır. Yəni birinci 1805-də bu imzalanır. Sonra 1805-də D variantında olan hadisə baş verir. Sadəcə Kürəkçaydan sonra idi deyilən götürmək olar. Şəki xanlığına aid hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Aha. Səlim xanın Rus qoşunlarının Şəkidən qovulması 1806. Kürəkçay müqaviləsinin imzalanması 1805. Rusiyapərəst qüvvələrdən ibarət müvəqqəti idarənin yaradılması Şəkidə 1806. Bax 1806 belə deyək də, Şəki xan qovur, sonra Səlim xan qovur, sonra Səlim xan devirirlər, idarəni yaradırlar. Elə bil 1806 birinci budur, 1806 ikinci budur.
Qacar dövlətinin Şəki ərazisində Rusiyaya ilhaq edilməsinin tanınması 1813 Gürcüstandır. Ardıcıllığa baxaq. 2, 1, 3, 4. 2, 1, 3, 4 C variantı doğru cavabdır. 82-ci sual. Xronoloji ardıcıllığı istəyir. Qubada yerli bəylərdən ibarət əyalət şurasının təşkil olunması 1806, Gabdüşan döyüşü 1774, Qacar dövlətinin Quba ərazisinin Rusiyaya ilhaq edilməsinin tanınması 1813, Gürcüstan, Girgizə döyüşündə Rus qoşununun məğlub olması 1810. Ardıcılığı özünüz qurarsınız. Birinci Rus-Qacar müharibəsinin gedişində baş vermişdir. Müharibənin gedişində deyir. Gəncə xanlığının ləğv edilməsi müharibə ərəfəsindədir, yəni müharibə başlamamış. Üç kilsə döyüşü, bəli. Üç kilsə qəmərli, hər ikisi 1804-də müharibənin gedişində olmuşdu. Cavanbulaq döyüşü, Cavanbulaq döyüşü ümumiyyətlə 2-ci Rus-Qacar müharibəsinə aiddir. Sultanbud yaxınlığında Rus qoşunlarının məğlub edilməsi 1812 aiddir. Ərdəbilin Rus qoşunları tərəfindən tutulması və 1828-dir. 2-ci Rus-Qacardır. 2 və 4 A variantı. Uyğunluğu müəyyən etməyimizi istəyir. Rus-Qacar müharibəsi dövründə, 1-ci Rus-Qacar müharibəsi dövründə xanlıq idarə sistemi saxlanılmışdır müharibəsi dövründə. Gəncə xanlığında ləğv edilmişdi. Qarabağda və Lənkəranda var idi. 2-ci Rus-Qacar müharibəsi, 2. Rus qoşunlarını məğlub etmişdir. 1-ci Rus-Qacar müharibə məğlub etmişdir. Kimlər? İrəvan xanlığı edib. Bu qədər. Gəncə xanlığı Ruslara məğlub olub. Təbriz xanlığı Ruslara məğlub olub. Deməli, 1-də B və C, 2-də də A variantı. D-ni götürürük. 85. 1-ci Rus-Qacar müharibəsinin gedişində Qarabağ xanlığından fərqli olaraq 1-ci Rus-Qacar müharibəsinin gedişində Qarabağ xanlığından fərqli olaraq Şəki xanlığı Rusiyanın himayəsini qəbul etmişdir, Qarabağda etmişdir. Daxili müstəqilliyi saxlamışdır, elə Qarabağda saxlayıb. Rus qoşunlarının ərazisindən qovmuşdur 1806-da, amma Qarabağ bunu etməmişdir. Şəkiyə aiddir. İrəvan xanlığı Qacar qoşunu ilə birləşərək Rus qoşununu məğlub etmişdir, bəli. Rusiya ilə müqavilə İrəvan imzalamayıb. Rusiyanın əyalətinə çevrilmişdir. Xeyr, İrəvan çevrilmədi. 1-də C, 2-də A. A variantı. 86. 1-ci Rus-Qacar müharibəsi zamanı daxili müstəqilliyini saxlamış xanlıqları müəyyən edin. 1-ci Rus-Qacar müharibəsi zamanı. Daxili müstəqilliyini kimlər saxlamışdı? Deməli, Lənkəran saxlamışdı. Sonra 2 Şamaxı saxlamışdı. Sonra 3 Naxçıvan saxlamışdı. 4 Gəncə idi, saxlaya bilmədi. 5 Bakı idi, saxlaya bilmədi. 1, 2, 3 B variantı doğru cavabdır. 1-ci Rus-Qacar müharibəsi dövründə 1-ci Rusiya-Qacarlar müharibəsində Rusiya Gəncə xanlığını işğal etdi. Rusiya Gəncə xanlığını 1-ci Rus-Qacar müharibəsində Rusiya Gəncə xanlığını işğal etdi. Xeyr. Çünki Rusiya müharibədən əvvəl xanlığı işğal etmişdi. Qarabağ döyüşündə məğlub oldu, bəli. Cavanbulaq döyüşündə qalib gəldi. Cavanbulaq 2-ci Rus-Qacar idi. Sonra 1-də yalnız B, 2-də. Qacarlar dövləti 1-ci Rus-Qacar müharibəsində 3 kilsə döyüşündə Rus qoşunlarını məğlub etdi. Bəli, aiddir. Rus qoşununu Naxçıvandan çıxarmağa nail oldu. İngiltərə Tehran müqaviləsi 1814 müharibədən sonradır. 1-ci Rus-Qacardan sonradır. 1-ə B, 2-yə AB. B variantı. 1808.
1887. 88. Gülüstan müqaviləsinin şərtlərini tamamlayın. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya verildi. Aha. Qacar dövləti Şərqi Gürcüstan və Dağıstanın Rusiyanın hakimiyyəti altına keçməsini qəbul etdi. Aha. Qacarlar dövlətinin ərazisində köçürülmüş Azərbaycan əhalisinin öz doğma yurdaşlarına qayıtması. Belə bir şey yoxdur. Qarabağ, Şəki, Şamaxı və Lənkəran xanlıqlarına Rusiya himayəti altına daxil müstəqilliyin verilməsi. Xeyr, belə bir şey. Bir dəqiqə, 88-də xeyr, görmürük. Qacarlar dövlətinin Rusiyaya təzminat ödəməsi. Qacarlar Rusiya təzminatı türkmənçəyə əsasən ödəyirlər. Bütün Şimali Azərbaycan xanlıqlarının Rusiyanın tərkibinə keçməsi. Xeyr, İrəvan və Naxçıvan yox idi. Rusiya və Qacarlar arasında diplomatik korpusların yaradılması, nəzərdə tutulması. Bəli. 89. Trafalgar yaxınlığında İngilislərin Fransız donanması üzərində qalib gəldiyi ildə Azərbaycanda Trafalgar döyüşü 1805'də olmuşdu. 1805'də Aslandüz 1812'dir. Dərbənd xanlığının Rusiya tərəfindən işğalı 1806'da. Şamaxı xanlığının işğalı bəli 1805'dir. İrəvanın işğalı 1827'dir. Qarababa kəndi yaxınlığında 1809'dur. C variantı. 90. 19-cu əsrin birinci yarısı. Yəni 1850'yə qədər olan hadisə. Birinci Rus-Qacar müharibəsi dövründə Qarabağ xanlığı ilə Rusiya arasında kürəkçay müqaviləsi imzalandı, bəli. Lənkəran xanlığı ləğv edildi, müharibə dövründə deyildi. Şəkidə xanlıq idarə etmək üçün müvəqqəti idarə yaradıldı 1806'da, bəli. İkinci Rus-Qacar müharibəsi dövründə Qarabağ xanlığı ləğv edilməsi müharibədən əvvəl ləğv edilmişdi. İkinci Rus-Qacardan əvvəl ləğv edilmişdi artıq. Gəncə üsyançılarının Rus qarnizonunu darmadağın etməsi. Burada bəli götürmək olar. Naxçıvan xanlığının Rus qoşunları tərəfindən işğal edilməsi. Naxçıvan xanlığının Rus qoşunları tərəfindən işğal edilməsi, bəli. 1'ə A və C, 2'yə B və C. B variantı doğru cavabdır. 91-ci sual. Birinci və ikinci Rus-Qacar müharibələrini müqayisə etməyimizi istəyir diaqramda, Eylerbein diaqramında. Deməli, İrəvan xanlığının Rusiya təcavüzünə qarşı güclü müqavimət göstərməsi bu oxşar cəhətdir. Çünki ikinci Rus-Qacar müharibəsinin tutulmasına baxmayaraq İrəvanlılar çox güclü müqavimət göstərmişdir. Bakı xanlığının ləğv edilərək əyalətə çevrilməsi 1-ci Rus-Qacar müharibəsidir, 1806. Cavad xanın Rusiya təcavüzünə qarşı güclü müqaviməti bu heç birinə düşmür, çünki 1-ci Rus-Qacar müharibəsinin ərəfəsindədir. Xanlı öhdəlik də müharibədən əvvəldir. Rus qoşunlarının Təbrizi işğal etməsi 2-ci Rus-Qacar müharibəsidir, 1828-ci ildə. Deməli, burada A niyə yazdıq? Burada B olmalıdır. B. Deməli, 1'ə B, 2'ə Y, 3'ə A. E variantı doğru cavabdır. Bunu da qeyd edeyim sizə. Burada 69-cu sualda Şəki və Şamaxı xanlıqlarının 19-cu əsrin 1-ci rübünə aid oxşarlığını istəyir. Burada biz bayaq sizlə E variantı doğru idi. Bəli, bu məlum məsələdir. C'də sizi saçdırmasın deyə mən bunu daha da dəqiqləşdirdim. Şamaxı xanlığı 1805'də müqavilə imzalayıb Ruslara tabi olmaq üçün. Amma o müqavilə kürəkçay müqaviləsi deyildi. Yəni Şamaxı xanlığının kürəkçay müqaviləsi adında bir müqaviləsi yoxdur, amma həmin tarixdə müqavilə imzalayıb. Buna görə də C sizi saçdırmasın. Sonra davam edək. 92. Eylerbein diaqramına əsasən uyğunluğu müəyyən etməyimizi istəyir. 1-ci Rus-Qacar, yenə 2-ci Rus-Qacar müharibəsi. Azərbaycanın bəzi ərazilərində Rus müstəmləkə əsarətinə qarşı üsyanın baş verməsi.
Bu heç birine ait değil. Heç birine ait olmayacaq burada. Əslində bu üsyanlar heç birine yox, daha doğrusu hər ikisinə aiddir. Burada 3'ü götürəcəyik. Bir sıra xanlıqların müqavilə imzalayaraq Rusiyanın tərkibinə keçməsi bu 1-ci Rus-Qacar müharibəsidir. Burada söhbət Qarabağ, Şəki-Şamaxıdan gedir. İlisi Sultanlığının işğal olunması, bu xeyr bu müharibədən əvvəldir. Təbrizin Rus qoşunu tərəfindən işğal edilməsi bu 2-ci Rus-Qacar müharibəsidir. Şəki və Şamaxı xanlıqlarının ləğv edilərək əyalətə çevrilməsi bu müharibələrə aid deyil. İki müharibənin arasındakı dövrdədir. Yəni 1-də B, 2-də D, 3-də də A variantıdır. Burada da D variantı buna uyğun gələcək. Sonra yenə Edirven, Gürcistan və Türkmənçay. Azərbaycan torpaqlarının Rusiya və Qacar dövləti arasında bölüşdürülməsi bu oxşardır. Qacarlar dövlətinin Rusiyaya təzminat verməsi. Bu Türkmənçaydır. Şərqi Gürcistan və Dağıstanın Rusiyanın tərkibinə qatılmasının təsdiq edilməsi. Şərqi Gürcistan və Dağıstan bu heç birine şamil deyil. Sonra daha doğrusu heç birine şamil deyil. Bu Gürcistana şamildir. Yəni Qacarlar bunu qəbul edir. Qacarların Çay sarayına girovlar göndərməsi burada yoxdur. Qacarların Ahasıq paşalığının Rusiyaya məxsus olmasını tanıması. Bu da heç birine ait deyil. Burada 1'ə C, 2'ə B, 3'ə də A variantı. C doğru cavab olacaq. 94. Gürcistan və Türkmənçay müqavilələri. Xəzər dənizində hərbi donanma saxlamaq hüququnun yalnız Rusiyaya verilməsi bu oxşar cəhətdir. İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən ilhaqının tanınması bu Türkmənçaydır, Qacarlar tanıdı. Qacarların Bakı və Qubanın Rusiya tərəfindən işğalının tanınması bu Gürcistandır. Ermənilərin Qacarlar dövləti ərazisindən Şimali Azərbaycana köçürülməsinin nəzərdə tutulması 15-ci maddə Türkmənçaydır. Qacarların Rusiya xəzinəsinə ipəklə xərac ödəməsi. İpək söhbəti Carbala kəndlərdə idi. A4-lərdə burada yox idi. C, B, D, A. C, B, D, A. Y variantı doğru cavabdır. 95. Yenə Eylevin diaqramı ştrixlənmiş hissəyə aid olan istəyir. Bizə Gürcistan sülhü verib və Türkmənçay sülhü verib. Bunların oxşar cəhətini istəyir burada. 19-cu əsrin 1-ci rübündə imzalanmışdı. Türkmənçay 1828 idi. Bu 1-ci rübə düşmürdü. 1-ci rübü 25-ə qədərdir. Cənubi Qafqazın bir hissəsinin Çar Rusiyası tərəfindən işğal olunması. Bax, bu çox çaşdırıcı bir cümlədir. Niyə? Cənubi Qafqazın bir hissəsi normalda fikirləşəndə deyirsən ki, bəli, Türkmənçayda da bir hissəsi tutuldu, Gürcistanda da. Amma Gürcistanda bəli, bir hissəsi tutulmuşdu. İrəvan və Naxçıvan istisna idi. Amma Türkmənçayda Cənubi Qafqazın bir hissəsi yox. Bütünü Rusiya tərəfindən işğal olundu deyib. Mən ikini götürə bilmərik. Çox diqqətli və çox çaşdırıcı bir cümlədir. Ermənilərin Azərbaycan torpaqlarına kütləvi köçürülməsi bu Türkmənçaya aiddir. Yalnız Çar Rusiyası ilə Qacarlar dövləti arasında imzalanması, bəli. Xəzər dənizində hərbi donanma saxlamaq hüququnun yalnız Rusiya verilməsi, bəli. 4 və 5 ortaq cəhətdir bunlarda. 96. 2-ci Rus-Qacar müharibəsinin gedişində, deyir. Burada 1 Təbrizdir, 2 Lənkərandır, 3-dəki İrəvandır. Burada Təbriz, Lənkəran, İrəvan. Deməli, müharibənin gedişində Rus qoşunları tərəfindən işğal edilərək ərazisində müvəqqəti idarə yaradıldı. Bəli, müharibənin gedişində Təbrizdə yaradılmışdı. Rusiya ilə müqavilə imzaladı, Təbriz yox. Xan hakimiyyəti bərpa edildi, xeyr. Xan hakimiyyəti 1-ci Rus-Qacar müharibəsində Təbrizdə bərpa olunmamışdı, çünki onsuz var idi. 2 Lənkəran. Xan hakimiyyəti müvəqqəti bərpa edildi. Bəli. Niyə bərpa edildi? Çünki 26-da Lənkəranda 1826-da Lənkəranda xan hakimiyyəti ləğv olunmuşdu. Müharibə başladı və müharibə başlayanda Qacarlar Lənkəranda xan hakimiyyətini müvəqqət də olsa, yəni Rusların qələbəsinə qədər bərpa etdilər.
A variantı. Asanduz döyüşündə məğlub oldu. Asanduz birinci Rus qacardır. Georgievski müqaviləsi aid deyil. İrəvana. Cavanbulaq yaxınlığında Rus ordusu məğlub etmişdir. Burada Rus ordusunu xeyr, məğlub etməyiblər. Ruslar qalib gəlib. Rus qoşunları tərəfindən işğal edildi. Bəli, İrəvan edildi. Şöreyel azad edildi. Xeyr, Ruslar əksinə İrəvanı tutmuşlar. Nəinki bunlar Şöreyel azad edildi. Əksinə edilmişdi. Şöreyel azad edildi Qacarlar tərəfindən. Müvəqqəti də olsa, yəni azad edildi. Deməli, 1-də A, 2-də A, 3-də B və C. A variantı doğru cavabdır. 97-ci sual Eylerven diaqramı verib, Lənkəran, Gəncə və Şəki xanlıqlarını bizdən müqayisə etməyimizi istəyir. Burada A variantı Qacar dövləti Gürcüstan müqaviləsi ilə Rusiyanın hakimiyyəti altına keçməsini tanıdı hər üçü. Bu gedəcək A-ya, daha doğrusu 5-ə, A gedəcək 5-ə, hər üçünü Qacarlar Gürcüstan əsasən Rusiyanın himayəsinə keçdiyini tanıdı. 19-cu əsrin ilk 10 illiyində daxili müstəqillik saxlanılmışdı. Daxili müstəqillik saxlanılmışdırsa Lənkəran və Şəkin deyir, çünki Gəncə tutulan kimi daxili müstəqillik ləğv edilmişdi. Birinci Rus-Qacar müharibəsində Kürəkçay müqaviləsinin şərtini pozmuşdur. 1806-cı ildə Səlim xan, Şəki xanım. Birinci Rus-Qacar müharibəsinin sonunda Ruslar tərəfindən işğal edildi. Sonunda deyirsə 1813-cü ildə Lənkəran xanlığıdır. Lənkəran döyüşündən sonra işğal olunur. 1804-cü ildə xanlıq idarə üsulu ləğv edildi. Burada 2 Gəncədir. Deməli, D, Y, C, B və A. D, Y, C, B və A. B variantı burada bizə doğru cavab kimi verilib. 98-ci sual. Birinci Rus-Qacar müharibəsindən fərqli olaraq 2-ci Rus-Qacar müharibəsində İrəvan və Gəncə xanlıqları birincidən fərqli olaraq ikincidə Rus qoşunlarına ciddi müqavimət göstərmişdi. Bu İrəvan xanlığı hər ikisində ciddi müqavimət göstərib Ruslara. Rusların təslim olmaq tələbini rədd cavab verdi. Bu elə birdə də var idi. Qacar ordusu tərəfindən döyüşürdü, bəli. Yəni İrəvan hər ikisində Qacar ordusunun tərəfi xeyr, birdə də var idi bu. Yəni bunu birə də götürmək olar. Rus qoşunları tərəfindən işğal edildi. Bəli. Birinci Rus-Qacarda işğal oluna bilməmişdir İrəvan. İkinci Rus-Qacarda işğal olunur. 2-yə xan hakimiyyəti bərpa edildi. Gəncədə xan hakimiyyətinin bərpası bəli edildi. Birincidə ləğv olunmuşdu. Daha doğrusu birincinin ərəfəsində, birinci Rus-Qacarın ərəfəsində. Şəhər bir müddət Rusiya işğalından azad edildi. Bəli. Ərazisində müvəqqəti idarə yaradıldı. Xeyr, müvəqqəti idarə Şəkidə yaradılmışdı və Təbrizdə. Rusiya ilə müqavilə imzaladı. Rusiya ilə müqaviləni də xeyr. Yəni, birinci Ruska nəinki 1-də, 2-də də görmürük heç buna. Deməli, burada 1-ə D, 2-yə də A və B-ni götürsək, B variantı bizim üçün doğru cavab olacaq. 99, İrəvan, Qarabağ və Naxçıvan xanlıqlarını verib. Eylerven diaqramda D-yə, yəni Naxçıvanla İrəvan oxşar cəhətini bizdən istəyir. Baxaqələ, Gürcüstan müqaviləsi ilə Qacarlar dövlətinin hakimiyyəti altında qaldı. Bəli, İrəvan və Naxçıvan qalmışdı. 19-cu əsrin ilk 10 illiyində Rusiya ilə müqavilə, bunlar heç biri imzalamayıb, Qarabağ imzalayıb. 2-ci Rus-Qacar müharibəsində Rus qoşunları tərəfindən işğal edildi. 2-ci Rus-Qacarda isə bəli, Əfşər sülaləsi tərəfindən idarə edilirdi. O İrəvan idi yalnız. 1-ci Rus-Qacar müharibəsinin gedişində xanlıq idarə üsulu ləğv edildi, heç biri. Burada 1 və 3 doğru cavabdır. 1 və 3-ü də biz Y-də görürük. 100-cü sual. Qarabağ xanlığının sxemdə verilən xanlıqlarda ümumi cəhətlərini müəyyən etməyimizi istəyir. Qarabağın ümumi cəhətlərini xanlıqlarla. Şəki xanlığı ilə ümumi cəhətləri Urmiya xanlığından asılılığın qəbul edilməsi, bəli, həm Qarabağ, həm də Şəki Urmiyadan bir müddət asılı hala düşmüşdü. 1-ci Rus-Qacar müharibəsi zamanı xanlıq idarə üsulunun saxlanılması, bəli, hər ikisini saxlanılmışdı. Rusiya himayəsindən imtina xeyr, hər ikisi Rusiya himayəsini qəbul edilmişdi. Şamax xanlığında
Şəki xanlığın hücumuna məruz qalıb. Bəli, həm Şamaxı xanlığı məruz qalıb. O Fətəli xanın müttəfiqi Hüseyn xan 1768-də Şamaxıya hücum edib. Həm də ki, Şəki xanı Hacı Çələbi Qarabağda hücum edib. Yəni hər ikisi Şəkinin hücumuna məruz qalıblar. İkinci Rus-Qacar müharibəsi zamanı xan hakimiyyəti bərpa edilməsi Qarabağda görmürük. Gürcüstan müqaviləsi ilə Rusiya tərəfindən işğalının Qacarlar tərəfindən tanınması. Bəli, Qacarlar həm Qarabağın, həm Şamaxının Ruslar tərəfindən işğalını tanıyırlar Gürcüstan müqaviləsinə əsasən. Deməli, 1-də A və B, 2-də A və C, B variantının doğru cavab kimi götürəcəyik. Eylevin diaqramı hansı xanlıqların müqayisəsi verilmişdir? Hansı xanlıqların müqayisəsi verilmişdir? Aha. Əsasını Mirzə Məhəmməd xan qoymuşdur. Əsasını Mirzə Məhəmməd xan qoymuşdur. Heç biri. 1806-cı ildə Rus qoşunları tərəfindən işğal edilmişdir. 1806-da işğal edilən xanlıq həm Quba var, həm də ki Bakı. Deməli, B həm buna gedir, həm buna gedir. Rusiya ilə Georgiyevski müqaviləsini imzalamışdır Quba. Birinci Rus-Qacar müharibəsi gedişində xanlıq idarə üsulu ləğv edilmişdir. Müharibənin gedişində deyirsə, burada götürmək olar. Bunu da götürmək olar. Cavdüşan döyüşündə məğlub olmuşdur Quba xanlığı. İndi görək. Biri A-nı verib. Əsasını Mirzə Məhəmməd xan qoymuşdur. Bu da ki Bakı xanlığı. 1A. Əsasını Mirzə Məhəmməd xan qoymuşdur. Doğru. Bunu deməli burada Bakıdır. 2-də Georgiyevski imzalayıb, bəli. Və yeni deyir, Cavdüşan döyüşündə məğlub olmuşdur, bəli. Burada Qubadır. Oxşar cəhətləri 6-cı ildə işğal olunub, həm Bakı, həm Quba, bəli. Birinci Rus-Qacar müharibəsinin gedişində xanlıq idarə üsulu ləğv edilmişdir. 1810-da Qubada, 1806-da Bakıda. D də doğrudur. Deməli, burada Bakı və Quba xanlıqlarının müqayisə elətdirir bizlə. Deməli, 1 4-dür, 2-də 2 1-dir. Bax, 1 1 4-dür, 2-də 2 1-dir. C variantı doğru cavab olacaq. İrəvan xanlığından fərqli olaraq Gəncədir, Qarabağdır, Naxçıvandır. İrəvan xanlığından fərqli olaraq bir nəyə deyir? Gəncə. Rusların tabi olmaq təklifini rədd cavab vermişdir. İrəvan xanlığı da vermişdir. Fərqli cəhət deyil. Rusiyanın himayəsindən imtina etmişdir hər ikisi. Ağa Məhəmməd xan Qacarın tabi olmaq təklifini qəbul etdi. Ağa Məhəmməd xan Qacarın tabi olmaq təklifini qəbul etdi. Bəli. Bu Gəncə xanlığı qəbul etmişdi. Sonra, yəni könüllü qəbul etmişdi də. Sonra 2. 2 burada Naxçıvan Qarabağ xanlığını deyir. Ağa Məhəmməd xan Qacara qarşı yaranmış ittifaqa qoşulmuşdur. Qarabağ xanlığı xeyr. Rusiyanın himayəsini qəbul etmişdir. İrəvandan fərqli olaraq, bəli. Naxçıvan Qarabağ qəbul edib. Gürcüstan müqaviləsinə əsasən Rusiyanın hakimiyyəti altında qalmışdır. Bəli, İrəvan qalmamışdı, amma Qarabağ qalmışdı. B və C. 3-dəki Naxçıvandır. Kəngəli tayfasından olan xan tərəfindən idarə edilirdi. Bəli. İrəvanda yox idi Kəngərli. İrəvanda Qacarlar idi. Birinci Qacarlar yaratmış, Əfşarlar yaratmışdı. Sonra Qacarlar hakimiyyəti gəlir İrəvanda. Birinci Rus-Qacar müharibəsində xanlıq idarə üsulu saxlanılmışdır. Bəli, saxlanılmışdır. Hər ikisini saxlanılmışdır. Bu fərqli cəhət deyil. Qacarlar tayfasından olan xan tərəfindən idarə edilirdi. Naxçıvan xeyr, Naxçıvan idarə edilmirdi. İrəvan edilirdi.
1'ə C, 2'yə B və C, 3'ə də A. D-ni götürə bilərik. 103-cü sual. Cədvəldə verilən hadisələrdən hansıların yerini dəyişsək, xronoloji ardıcıllıq düzgün müəyyən olar? Gəncə xanlığın Ruslar tərəfindən işğalı 1804. Qarabağ xanlığının Rusiya himayəsini qəbul etməsi 1806. Girgizçay yaxınlığında Rus qoşunlarının məğlub olması 1810. Şəkidə müvəqqəti idarənin yaradılması 1806-dır. Sadəcə bu birinci gəlir, bu ikinci gəlir. Çünki ardıcıllıq belədir. Eyni ildə də amma ay fərqi var. Aslanduz döyüşü 1812. Burada biz hansıların yerini dəyişsək, 3 və 4-ün. 3 və 4-ün yeri dəyişirsə, bəli. 1804, 1806, 1, 1806, 2, bura gəlsə, 1810, bura gəlsə, 1812-dir, bəli, 3 və 4-ün yerini dəyişsək, doğru cavab alınacaq. Hansı xanlığa aid xüsusiyyət verilməyib? 4 Gəncədir, 5 Qubadır, 6 İrəvandır, 1 Lənkərandır, 3 Təbrizdir, 2 Urmiyadır. Əsasın Afşar tayfasından olan xan tərəfindən qoyulması. Həm İrəvan, həm Təbriz, həm Urmiya. Bunların hər üçün əsası Afşar tayfasından qoyulmuşdur. Bunlara getdi. Qarabağ xanlığından asılılığın qəbul edilməsi Gəncə idi. 2-ci Rus-Qacar müharibəsində xan hakimiyyəti bərpa edildi. Bu Lənkərandır. Bir də burada 5 qalır. 5 heç birinə şamil deyil. C variantı doğru cavab olacaq. 105-ci sual Edelven diaqram verib. Yenə az əvvəlki sualdan. 1-ci Rus-Qacar müharibəsində Qacarlar ordusu ilə birləşərək Rus qoşunlarını məğlub etmişdir. Rus qoşunlarını məğlub etmişdir. Burada söhbət İrəvan xanı Məhəmməd Hüseyin xandan gedir. Sisyanovun tabi olmaq təklifini rədd etmişdir. Sisyanovun tabi olmaq təklifini hər ikisi, istər İrəvan, istərsə də Cavad xan hər ikisi ləğv eləyib. Rusiyanın 1801-ci ildə Azərbaycan torpaqlarından ilhaq etməsində ciddi etirazını bildirmişdi. Bu, yenə İrəvan xanıdır bu. Qurqovu döyüşündə Rus qoşunlarına müqavimət göstərmişdir. Bu Cavad xandır. 1803-də Qurqovu döyüşü. Qəmərli kəndi uğrunda döyüşdə Rus qoşunları məğlub etmişdir. S1. Deməli, burada 1-ə Cavad xanı götürəcəyik. Cavad xanı. Daha doğrusu 1-ə götürəcək İrəvan xanı Məhəmməd Hüseyin xanı. 2-yə isə Cavad xanı götürəcək. Deməli, Məhəmməd Hüseyin xana nə aid oldu? A. Var. C. Var. Cavad xana nə aid oldu? D. Var. Hər ikisinin oxşar cəhəti. B. B. Azərbaycan etirazını bəli Cavad xan da bildirmişdi. C və C. Burada 1-ə AC, 2-yə D, 3-ə də orta cəhətdə B və C. Deməli, 1-də oldu İrəvan xanım, 2-də də oldu Gəncə xanım. 1-ə 4, 2-yə 1. Çox absurd suallardır həqiqətən bu tip suallar. Sonra 2-ci Rus-Qacar müharibəsi dövründə. 2-ci Rus-Qacar müharibəsi dövründə Osmanlı dövləti Rusiya ilə 2-ci Rus-Qacar müharibəsi dövründə Osmanlı dövləti Rusiya ilə Ədirnə müqaviləsi imzalamışdı. Xeyr, müharibədən sonra Gümrü döyüşündə Rus qoşunlarına 2-ci Rus-Qacarda yox, Naxçıvan döyüşündə müttəfiqlər tərəfindən məğlub Navarin döyüşündə 27-ci ildə, bəli, 27-ci ildə Navarin döyüşü olmuşdu, 1827-də Osmanlı donanması məğlub olmuşdu. Qacar dövləti Gəncə yaxınlığında baş verən döyüşdə məğlub oldu. Bəli, İngiltərə ilə Tehran müqaviləsi o müharibədən əvvəl idi. Avamlıq döyüşündə Rusları məğlub etdi. Xeyr, məğlub oldu. İrəvan xanlığı Qacarlar tərəfindən hərbi əməliyyatlara qoşuldu. Aha. Məlik və Şörəyə azad edildi. Xeyr. Rusiya ilə müqavilə imzaladı.
Rusiya ilə müqavilə imzaladı. Xeyr, imzalamadı. İşğal olundu, ləğv olundu. 1-ə C, 2-yə A, 3-ə də A variantı. D-ni doğru cavab kimi götürəcəyik. 107. Gülüstan müqaviləsindən fərqli olaraq Türkmənçay müqaviləsi, Ədirnə müqaviləsi, Türkmənçay və Ədirnə. Qacar dövləti Xəzər dənizində yalnız Rusiyanın hərbi donanma saxlamaq hüququnu tanıdı. Gülüstanda da var idi. Rus tacirlərinə Qacar dövləti arasında ticarət etmək hüququ Gülüstanda da var idi. Qacar dövləti Rusiyaya təzminat ödədi, bəli. Yalnız Türkmənçayda idi. Ədirnə və Gülüstan fərqi. Rusiyanın Cənubi Qafqazdakı işğalları rəsmi şəkildə tanındı. Gülüstandan oxşardı. Erməni əhalisinin Azərbaycanın şimal torpaqlarında yerləşdirilməsi nəzərdə tutulurdu. Bəli, Gülüstanda ermənilərin köçürülməsi yox idi. Ədirnədə var idi, amma Osmanlılar arasından. İrəvan xanlığı Rusiyaya ilhaq edildi. Bu heç birində, bu Türkmənçaydadır. 1-ə C, 2-yə B, D variantı doğru cavabdır. 1-ci Rus-Qacar müharibəsi gedişində Qarabağ xanlığından fərqli olaraq Şəki, İrəvan. Rusiya hakimiyyətini qəbul etmişdi Şəki, Qarabağda edib, fərqli bir şey yoxdur. Daxili müstəqilliyini saxlamışdır. Daxili müstəqilliyini 1-ci Rus-Qacar müharibəsinin gedişində Şəki də saxlayıb. Rus qoşunlarını ərazisindən qovmuşdur. Bəli, bunu Şəki eləmişdi, Qarabağ etməmişdi. İrəvan Yax xanlığı. Qacar qoşunu ilə birləşərək Rus qoşununu məğlub etmişdir. Bəli, edib. Amma Qarabağ etməyib. Rusiya ilə müqavilə imzalanması İrəvan etməyib. Rusiyanın əyalətinə çevrilməsi 1-ci Rus-Qacarda İrəvan çevrilməyib. 1-ə C, 2-yə A, B variantı doğru cavabdır. 109. Eliyevin diaqramında hansı xanlıqlar müqayisə edilmişdir? Əsasını Mirzə Məhəmməd xan qoymuşdur. Bu Bakıdır. 1806-cı ildə Rus qoşunları tərəfindən işğal edilmişdir. 1806-da həm Quba işğal olunub, həm də ki Bakı. B. Qarabağ xanlığı üzərində yürüyüş təşkil etmişdir. Qarabağ xanlığı üzərinə həm Quba edib, həm də ki Şəki. C. Qarabağ xanlığı üzərində yürüyüş təşkil etmişdir. Həm Quba, həm Şəki. 1-ci Rus-Qacar müharibəsi gedişində xanlıq idarə üsulu ləğv edildi. Müharibənin gedişində xanlıq idarə üsulu. Burada Qubada edilmişdi ləğv, Bakıda edilmişdi. Cavdüşan döyüşündə məğlub olmuşdur Quba. Deməli, indi baxaq. Bir də A-nı götürüb Bakı. Bəli. Bir də onda Bakını götürüb, 2-yə də götürəcək Qubanı. Bakıya nə aid götürür? Yalnız A-nı götürür. Mirzə Məhəmməd xan qoymuşdu, doğrudur. Qubaya isə götürüb C və Y-ni. Həm C var Qubada, Qarabağ xanlığı üzərində yürüyüş, həm də ki Cavdüşan döyüşündə məğlubiyyət. Doğrudur. C və Y. Oxşar cəhət kimi də götürüb B və D-ni. Bəli, B və D hər ikisində var. Onda deməli 1-də Bakı xanlığıdır. 1-ə 4, 2-yə də 2. 2, 1-ə 4, 2-yə də daha doğrusu 1. 1-ə 4, 2-yə 1. B variantı doğru cavabdır. 110-cu sual. 1-ci Rus-Qacar müharibəsi zamanı daxili müstəqilliyini saxlamış xanlıqları müəyyən edin. 5 Bakıdır, 2 Şamaxıdır, 1 Lənkərandır, 4 Gəncədir, 3 Naxçıvandır. 1-ci Rus-Qacar müharibəsi zamanı daxili müstəqilliyini saxlamış xanlıqlar. Deməli, Şamaxı saxladı, Naxçıvan saxladı, Lənkəran saxladı. 1, 2, 3. A variantı. 111.
Hələ 18-ci əsrdə Rusiya imperiyasının Azərbaycanla bağlı işğalçılıq planları müxtəlif səbəblərdən baş tutmamışdı. 1700-lərdə Yekaterina zamanı 1796 deyir. 19-cu əsrin əvvəllərində hakimiyyətə gələn 1-ci Aleksandr isə Sələfi 1-ci Paveldən fərqli olaraq Azərbaycanın şimal torpaqlarını tabe etdirilməsi üçün əməli işğalçılıq fəaliyyətinə başlamışdır. Bəli, 1-ci Aleksandr 1801-ci ildə hakimiyyətə gəlib və Azərbaycan işğalına başlayıb. Mətndə bəhs edilən işğal fəaliyyətində əlverişli imkan yaradan beynəlxalq şəraiti özündə əks etdirin. Beynəlxalq şəraitdir. Diqqətli olun. Casus sülhündən sonra Osmanlı dövlətinin Qafqazda fəal xarici siyasət yürüdə bilməməsi. Bəli. Ötürmək olar 1774 yazısından sonra. 1-ci Napoleonun Avropadakı işğalları bu Azərbaycanla əlaqəsi yoxdur. Sonra Qacar dövlətindəki qeyri-sabitlik, bəli, Qacarlar hakimiyyətindəki qeyri-sabitlik Azərbaycanın müdafiəsini həm də ki, işğalını çətinləşdirdi onlar üçün. Türkmənçay müqaviləsi imzalanması hələ Türkmənçaya çox qalıb. 1-4, 1-3 doğru cavab olacaq. 112. Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən işğal prosesində ilk hədəf kimi Cəlilabadın seçilməsinin səbəbi. Bu ərazidə Rus qoşunlarının Azərbaycan içərisinə doğru irəliləməsinin yoluna mane olması, bəli, Carlılar Azərbaycana gedən yol üzərində əsas maneə idi Ruslar üçün. Cəlilabad cəmaatının tez-tez Rusiyanın sərhədlərini pozması belə bir şey yox idi. Bu torpağın dağlıq xalqlarının azadlıq mübarizəsinə qarşı mühüm strateji əhəmiyyət daşıması, bəli, doğrudur tamamilə. Cəlilabad cəmaatı Rusiyaya qarşı Qacarlar və Osmanlı dövləti ilə hərbi saziş. Carlılar hara yazılır? Hərbi saziş hara? 1-3 doğru cavabdır. 113. 2-ci Rus-Qacar müharibəsi gedişinə aiddir. Qarabağ xanlığının ləğv edilməsi müharibədən əvvəldir. Sərdarabadı var. Aslan-Düz 1-ci Rus-Qacardır. İrəvan xanlığının ləğvi müharibədən sonradır. İrəvan qalasının Rus qoşun tərəfindən tutulması, bəli. 2 və 5. 114. 1-ci Rus-Qacar müharibəsi gedişinə aiddir. 1-ci Rus-Qacar, burada 2-ci idi. 1-ci Rus-Qacar müharibəsinin gedişində Gəncə xanlığının Rus qoşunları tərəfindən işğalı müharibənin ərəfəsində idi. Müharibə dövründə deyildi. Davamlılıq 2-ci Rus-Qacardır. Lənkəran xanlığının işğal olunması, Təbrizin Rus qoşunları tərəfindən işğalı bu 2-ci Rus-Qacardır. Kireçə müqaviləsi 1805 1-ci Rus-Qacardır. 3 və 5. 1827-ci ilə aiddir. Navarin döyüşü, bəli. Rus qoşunlarının Təbrizə işğal etməsi bu 28-dir. Ədirnə 29-dur. Gəncədə Rusiya müstəmləkəçiliyi əleyhinə üsyanın baş verməsi. Bu arada Təbriz 27 deyim. Üsyana qalıb hələ. Türkmənçay müqaviləsinin imzalanması 28-dir. 1 və 2 doğru cavabdır. 116-cı sual 1812-ci ilə aiddir. Borodino döyüşü 1812 idi, bəli. Üçkilsə döyüşü bu 1804-dür, 1-ci Rus-Qacardır. Qəmərli döyüşü 1804-dür, bu da yenə Rus-Qacardır. Borodino döyüşü Napoleonun Rusiya üzərinə olan yürüyüşüdür. Yürüyüşdə olan Moskvanı tutmaq üçün döyüşdür. Aslan-Düz döyüşü 1812, Gürcüstan müqaviləsi 1813. Burada 2 dənə qalır. Aslan-Düz və Borodino döyüşü 1 və 4 116-da doğru cavab kimi götürülə bilər. 1826-cı ilə aiddir. 2-ci Rusiya-Qacar müharibəsinin başlanması. 2-ci Rus-Qacar müharibəsi bəli 1826-da başlamışdı. Gəncə xanlığının Qacar qoşunlarını Gəncə yaxınlığında Qacarların qoşunlarının məğlub edilməsi. Söhbət burada Gəncə döyüşündən gedir. Gəncə döyüşü bəli 1826-cı ildə baş vermişdi. Davamlılıq döyüşünün baş verməsi, davamlılıq 1827 idi. 27. İrəvan qalasının Ruslar tərəfindən işğalı, bu da 27-ci ildə olmuşdu. 1 və 2 doğru cavab olacaq. 1804-cü ilə aiddir.
Gümrü döyüşü 1807-dədir. Qarababa döyüşü 1808-dədir. Sonra Qarababa daha doğrusu 1809 1809-dadır. Qəmərli döyüşü 1804-dədir. Üskilsə də 1804-dür. Cəbrayılkən anlı öhdəlik 1803-cü ildədir. 1804-ə aid hadisələrə istəyirsə 3 və 4 doğru cavabdır. 119. 1804-cü ilə aiddir. Gümrü döyüşü 1807-də. Sonra Gəncə xanlığının ləğv edilməsi 1804. Qarababa döyüşü 1809. Birinci Rus-Qacar müharibəsinin başlanması 1804. Şaman xanlığının Rusiya tərəfindən işğal edilməsi 1805. Yəni, müqavilə ilə də belə deyək. Müqavilə ilə işğal olması 1805. Deməli, burada 1804-ə aid olanlar 4 və 2-dir. Sonra 1-ci Rus-Qacar müharibəsi dövründən fərqli olaraq 2-ci Rus-Qacar müharibəsi dövründə Şimali Azərbaycanda Rus müstəmləkəçiliyi əleyhinə üsyanların baş verməsi. 2-ci Rus-Qacar müharibəsi xeyr, olmamışdır. Müharibədən sonra, daha doğrusu hələ müharibədən, yəni işğallardan sonra başlayır üsyanlar. 30, 31, 37, 38. İrəvan qalası Rus qoşunları tərəfindən işğal edildi. 2-ci Rus-Qacarda bəli, birincidə edirə bilməmişdi. Rus qoşunları Naxçıvana daxil oldu. Hər ikisində birincidə daxil olmuşlar. Sadəcə qovulmuşlar oradan. Gəncə əhalisi şəhərdə olan Rus qarnizonunu darmadağın etdi. Gəncə əhalisi bəli. 2-ci Rus-Qacarda bəli var idi bu. Müharibədə 1826-cı ildə Rus qarnizonu darmadağın edilmişdi. Komendant idarə üsulu fəaliyyət göstərirdi. Xeyr, o 28-dən başlayacaq. 2 və 4 doğru cavabdır. 121. 2-ci Rus-Qacar müharibəsindən fərqli olaraq 1-ci Rus-Qacar müharibəsi dövründə Azərbaycan tarixi üçün xarakterikdir. Qarabağ xanlığında xan idarə üsulunun saxlanılması, bəli, ikincidə yox idi artıq bu. 1822-yə qədər idi. Müəyyən müddət Gəncədə xan hakimiyyətinin bərpa edilməsi, o 2-ci Rus-Qacardadır. Əyalətlərin komendantlar tərəfindən idarə edilməsi, xeyr, o 2-ci Rus-Qacardan sonradır. 1-ci Rus-Qacarda da var, 2-ci Rus-Qacardan sonra da var. Yəni, o hər ikisindən. Sonra Qubada yerli bəylərdən ibarət əyalət şurasının fəaliyyət göstərməsi. Bəli, 1-ci Rus-Qacar müharibəsi dövründə var idi, 1810-a qədər olmuşdu. Bir sıra Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğal edilməsi. Bu 2-də də var idi, 1-də də var idi. Yəni, hər ikisində var. 1 və 4 doğru cavabdır. 122. 1-ci Rus-Qacar müharibəsinin gedişində baş vermişdir. 1-ci Rus-Qacar müharibənin gedişində deyir. Asanduz döyüşü 1812. Bəli. Rusiyanın Lənkəran xanlığını işğal etməsi müharibənin gedişində bəli 1813. Asanduz 1812-dir. Bu 1813-dür. Naxçıvan xanlığının ləğvi bu 28-dir. Cəbrayılkənin işğalı 1803-dür. Aid deyil. Gəncə xanlığının ləğvi 1804-dür, amma müharibədən əvvəldir, başlamamışdır, aid deyil. 1-2 doğru cavabdır. 2-ci Rus-Qacar müharibəsi gedişində baş vermişdir. 2-ci Rus-Qacar. Qarababa döyüşü 1809-dur, aid deyil. Qarabağ xanlığının ləğvi 1822-dir, aid deyil. İrəvan xanlığının Rusiya tərəfindən işğalı 1827, aiddir. Müharibə 1828-ci illər arasında olmuşdur. Kürəkçay müqaviləsinin imzalanması 1805-dir. Aid deyil. Təbrizin Rusiya tərəfindən işğal edilməsi 1827 aiddir. Deməli, burada 1 və 5 doğru cavab olacaqdır. Sonra Rus-Qacar müharibəsinin gedişi, 1-ci Rus-Qacar müharibəsinin gedişinə aid uyğunluğu müəyyən edin. Döyüşün adı, tarixi, nəticəsi. Qarababa döyüşü 9. Abbas Mirzənin qoşunları qalib gəldi. Bəli. 1 doğrudur. Gilgitçay 1810. Səlim xan Rus qoşunlarını Qubadan qovdu. Burada
Xeyr, Səlim xan deyildi. Səlim xan Şəki xan idi. Bu Gilgit döyüşü isə Quba xanlığında olmuşdu. Sonra Zəyəm döyüşü 1806-cı il Rus qoşunu Şahbulaq qalasını ələ keçirdi. Zəyəm döyüşündə ruslar qalib gəlmişdir, amma 1805-ci ildə deyildi. Özdə Şahbulaq qalası Qarabağda idi. Yəni bu Zəyəm döyüşü Qarabağdan olmayıb. Gümrü 1807-ci il Qacarlar məğlub oldu. Qacarlar yox, Osmanlı. Sultanbud 1812 Rus qoşunu məğlub oldu. Bəli, Sultanbudda məğlub olur. 1812-də Asandüzdə qalib gəlir. 1 və 5 doğru cavab olacaq. Hadisə nəticə əlaqələrinin uyğunluğunu müəyyən edin. Qubada Rus işğalına qarşı üsyanın baş verməsi, Qubada əyalət şurasının yaradılması. Xeyr. Üsyan olur 1810-da, hətta Gilgit döyüşdə olur. Qubada əyalət şurası ləğv edilir. Onun yerinə komendant idarə sistemi yaradılır. Kürəkçay müqaviləsinin imzalanması. Şuşada Rus qarnizonunun saxlanılmasına icazə verilməsi, bəli, şərtlərdən biri var idi. Cavanbulaq döyüşünün baş verməsi 1827-də. Naxçıvan xanlığının işğal edilməsi. Cavanbulaq döyüşündən sonra Naxçıvan xeyr. Naxçıvan xanlığı Cavanbulaq döyüşündən sonra tutulmamışdı. Ondan əvvəl o tutulmuşdu, döyüşsüz tutulmuşdu ümumiyyətlə Naxçıvan. İrəvan idi döyüşlə tutulan. Şəkidə Səlim xanın başçılığı ilə üsyanın baş verməsi, Şəki xanlığında müvəqqəti idarənin yaradılması, bəli, 1806-da Səlim xanı üsyan qaldırır. Sonradan Səlim xanı ruslar devirir, Şəkidə müvəqqəti idarə sistemi yaradırlar və rəhbərliyinə də Qul xanı, Cəfərqulu xanı getirilir. 2 və 4 doğru cavabdır. 5 də var. Tehran müqaviləsinin bağlanması, Qacar dövlətinin Rusiyanın işğallarını rəsmi olaraq tanıması. Xeyr. Tehran müqaviləsi ingilislərlə Qacarlar arasında idi. Sonra 19-cu əsrin ilk 10 illiyində, yəni 1810-a qədər Rusiya tərəfindən işğal edilən xanlıqları müəyyən edilir. Burada 6 İrəvandır, 4 Gəncədir, 3 Təbrizdir, 2 Şamaxıdır, 5 Qubadır, 1 Lənkərandır. İlk 10 illikdə deməli Gəncə 1804 götürmək olar. İrəvan 1827-də olmaz. Təbriz 27-də olmaz. Şamaxı 1806. Yəni 1805 Kürəkçay müqaviləsi. Kürəkçay yox 1805-də. Bəli, götürmək olar. Quba 1806 götürmək olar. Lənkəran 1813-dür. Deməli Gəncə, Şamaxı və Quba. 4, 2, 5. 2, 4, 5. Sonra 127. Hadisə nəticə əlaqələrinin uyğunluğunu müəyyən edin. Buxarest müqaviləsinin imzalanması. Buxarest Osmanlı ilə Rusiya arasında idi 1807-də. 1812-də. Osmanlı dövləti Cənubi Qafqazdakı Rus işğallarını tanımağa məcbur oldu. Buxarest müqaviləsinə əsasən bəli. Sonra Şəkidə müvəqqəti idarənin yaradılması. Səlim xan Kürəkçay müqaviləsini nümayişkaranə şəkildə pozaraq rusları Şəkidən qovdu. Xeyr. Olmadı. Niyə? Çünki bu müqavilənin bağlanması ilə bu şərt, nəticə uyğun gəlmir. Çünki niyə qovmuşdu? Qovulmasına səbəb İbrahim Xəlil xanın Xankəndidə öldürülməsi idi. Müqavilənin bağlanması deyildi. İbrahim Xəlil xan öldürülür Xankəndidə 1806-da. Ondan sonra Səlim xan Kürəkçay müqaviləsini pozur. Səbəb, nəticə düz deyil. Qarababa döyüşü Naxçıvan xanlığı işğal edildi. Xeyr. Sonra Şahbulaq qalası yaxınlığında döyüş Rus qarnizonu təslim oldu. Doğrudur. Şahbulaqda ümumiyyətlə Ruslar, daha doğrusu Qacarlar qalib gəlir. Tehran müqaviləsinin bağlanması İngiltərə Qacarlara hərbi və maliyyə yardım etməyə öhdəsinə götürdü. Bəli, edirdi. 1, 4, 5. Xəritədə ərazilərə ştrixlənmiş xanlıqlara aid ümumi cəhətləri müəyyən edin. Burada 1,
Bura Naxçıvandır. Bura isə Qarabağdır. Ümumi cəhətini istəyir. 19-cu əsrin birinci yarısında süquta uğradırmışdı. Bəli. Qarabağ 1822, Naxçıvan 1828. Oxşardır. Birinci Rus-Qacar müharibəsi illərində xanlıq idarə üsulu saxlanılmışdı. Bəli, hər ikisini saxlanılmışdı. Birinci Rus-Qacar müharibəsində. Kabuduşan döyüşündə iştirak xeyr. Müəyyən müddət Osmanlı dövlətinə asılı xeyr. Rusiya ilə Kürəkçay müqaviləsini yalnız Qarabağ bağlamışdı. 1 və 2 burada oxşar cəhətdir. 129. Xronoloji ardıcıllığı müəyyən edin. Gəncə yaxınlığında Rusiya tərəfindən Gəncə xanlığının Rusiya tərəfindən işğalı 1804. Qarabağ yaxınlığında Qarabağ xanlığının Kürəkçay müqaviləsinin imzalanması 1806. 5. Lənkəran xanlığı Rusiya tərəfindən işğalı 1813. Naxçıvan xanlığının ləğv edilməsi 1828. Arıcılığı özünüz düzərsiniz. 19-cu əsrin birinci yarısında Azərbaycan xanlıqlarının Rusiya tərəfindən ləğv olunma arıcılığını müəyyən edin. Ləğv olunma arıcılığı deməli Qarabağ 1822-dir. Şəki 1819-dur. Quba 1810-dur. Lənkəran 1810, daha doğrusu 26-dır. 19-cu əsrin birinci rübündə Azərbaycan Şimal xanlıqlarının Rusiya tərəfindən ləğv olunma ardıcıllığını istəyir. Birinci rübünə diqqətli olun. Birinci rüb 1801-dən 1825-ci ilə qədər də aiddir. Şəma xanlığının ləğvi 1820-dir. Şəki xanlığı 1819-dur. Bakı 1806-dır. Gəncə 1804-dür. Ardıcıllığı özünüz düzərsiniz. Azərbaycan xanlıqlarının Rusiya tərəfindən ləğv olunma ardıcıllıqlarını müəyyən edin. Lənkəran 1826. Bakı 1806. Şəki 1819. Qarabağ 1822. 133-cü sual. Xronoloji ardıcıllığı müəyyən edin. Gürcüstan sülhü ilə bitən müharibənin başlanması. 1-ci Rus-Qacardır bu 1804. Şəma xanlığı ilə Rusiya arasında müqavilə imzalanması. Bax, diqqət edirsinizsə demir Kürəkçay. Sadəcə müqavilə deyir. 1805. Kürəkçay müqaviləsinin bağlanması 1805. Sadəcə bu birinci olmuşdu. Kürəkçay. Bu isə ondan sonra olmuşdu. Yəni ikinci. Eyni ildədir. Sadəcə birinci bu gəlir, sonra bu. Yenə xronoloji ardıcıllıq. Gəncə xanlığının ləğv edilməsi 1804 tutulan kimi. Şəki xanlığının Rusiyaya ilhaq edilməsi, yəni birləşdirilməsi 1805 Kürəkçay. 1-ci Rus-Qacar müharibəsinin başlanması 1804. Xronoloji ardıcıllıq. Gəncə xanlığının ləğvi 1804. Lənkəran xanlığının ləğvi 1826. Buxara sülh müqaviləsi 1812. Sonra xronoloji ardıcıllıq yenə Bakı xanlığının ləğvi 1806. Şəma xanlığının ləğvi Şəma xanlığı 1820. Ədirnə sülh müqaviləsi 1829. Sonra Qarabağ kəndi yaxınlığındakı döyüşdə Rus qoşunlarının ağır məğlubiyyətə uğraması 1809. Şəki xanlığının ləğv edilməsi 1819. Aslandüz 1812. İrəvan xanlığının Rusiya tərəfindən işğal olunması 1827. Xronoloji ardıcıllıq Ağa Məhəmməd Qacarın Azərbaycan şimal torpaqlarında yürüyüşü 1796, 95-96. Kürəkçay müqaviləsi 1805. Qəmərli döyüşü 1804. 3 kilsə Qəmərli eyni ildədir. Gürcüstan müqaviləsi 1813. Sonra xronoloji ardıcıllıq Zəyəm döyüşü 1805. Qurqovu döyüşü 1803. Gəncə ilə Ruslar arasında. Georgiyevski müqaviləsi 1802. Sultanbud döyüşü 1812.
Xronoloji arıcılıq, Rusiyada dekabrislər üsyanı 1825, Lənkəranda xan hakimiyyətinin bərpası 1826, bu 2-ci Rus-Qacar müharibəsi başlayan ildir. Türkmənçay müqaviləsi 1828, Çində 1-ci Tiryək müharibəsinin başlanması 1840. 141. Bütün Qafqazın Rusiya tərəfindən işğalların başa çatdırılması, diqqət edin, Cənubi Qafqaz demir, bütün Qafqaz deyir. Bu da 1864-cü ildir. Çünki Şimali Qafqaz hələ tabe edilməmişdi. Azərbaycan tabe edilmişdi, amma Şimali Qafqaz, Dağıstan hissəsi hələ tabe edilməmişdi. Quba xanlığının Rusiya ilə müqavilə imzalaması, bu yəqin ki 1802 Georgiyevski müqaviləsini deyir. Sonra Türkmənçay müqaviləsinin imzalanması 1828, Mərkəzi Asiyanın Rusiya tərəfindən işğallarının başa çatdırılması, o Çar 2-ci Nikolayın zamanında baş vermişdi. O da ki təxminən 1895-ci il gedəcək. Təxminən yox, elə dəqiq. 1895. Sonra 142. 1-ci Rus-Qacar müharibəsinin başlaması 1804, Viyana Konqresinin keçirilməsi 1813, Napoleonun devrilməsindən sonra Gəncə xanlığının ləğv edilməsi 1804, Çar Balakənin Rusiya tərəfindən işğalı 1803 anı imzalanır. Sonra Kürəkçay müqaviləsinin imzalanması 1805, Buxarest sülh müqaviləsi 1812, Rus-Osmanlı, Gümrü döyüşü 1807, Gülüstan müqaviləsi 1813. 144. Qarabağ xanlığının ləğvi 1822, Türkmənçay müqaviləsinin bağlanması 1828, Sərdarabad döyüşü 1827, Monroe doktrinası ABŞ-dadır. ABŞ 19-cu əsr mövzusunda. O da 1823-cü ildə James Monroe'nun zamanında Amerika Avropanın, Avropada Amerikanın işlərinə qarışmamalı idi. Xronoloji arıcılıq, İrəvan xanlığının ləğvi 1828 mart ayında, Bakı xanlığının ləğvi 1806, Cənubi Qafqazın artıq deyirsə 1828 Türkmənçay ilə sadəcə 1-ci Türkmənçay imzalanıb fevralda. Martda isə İrəvan xanlığı ləğv olunub. Krım xanlığı Rusiya tərəfindən işğalı 1783-cü il. Rus-Osmanlı dərəcəsindədir. 17-18-ci əsr. Xronoloji arıcıllığı müəyyən edin. Çar Balakənin daxili muxtariyyətinin ləğvi bu 1830-dur. Çarlar üsyan qaldırır. Ondan sonra ləğv olunur. Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi, Şərqi Gürcüstan bu 1801-dir. Lənkəran xanlığının Rusiya tərəfindən işğalı 1801 və ya 2 götürə bilərsiniz. Lənkəran xanlığı Rusiya tərəfindən işğalı 1813, Naxçıvan xanlığının ləğvi 1828. Sonra Təbrizdə müvəqqəti idarənin yaradılması. Təbrizin işğalından sonra 1827, 2-ci Rus-Qacar müharibəsinin gedişində Ruslar tərəfindən Qarabağ xanlığında komendant idarə üsulunun tətbiq edilməsi, yəni xanlığın ləğvi ilə 22-dən Qubada əyalət şurasının yaradılması 1806, Şəki xanlığının ləğvi 1819. Uyğunluq istəyir. 1-ci Rus-Qacar müharibəsinin gedişində Rusiya ilə müqavilə imzalanmışdır. Burada gedəcək A Şəki, sonra Bakı yoxdur, bir də Qarabağ Y. İşğal edildikdən sonra yerli bəylərdən ibarət əyalət şurası Qubada idi. 2-ci Rus-Qacar müharibəsindən sonra xanlıq idarə üsulunun ləğv edilməsi İrəvandır. A, Y, B, D. 1-ci Rus-Qacar müharibəsinə aid uyğunluğu müəyyən edin. Burada yenə İrəvan, Şəki, Şamaxan, 2-dəki Şamaxıdır. Şamax xanlığı.
Ərazisində müvəqqəti idarə yaradıldı. Birinci Rus Qacar deyir. Ərazisində müvəqqəti idarə yaradıldı. Bu Şəkidədir. Biri A. Qubada Rus işğalına qarşı baş verən üsyana yardım etmişdir. Qubada Rus işğalına qarşı üsyana yardım etmişdir. Bu gedəcək Şamaxıya. Rusiyanın əyalətinə çevrildi. Birinci Rus-Qacar müharibəsinə deyirsə heç biri. Sonra Hacıçələbinin Qarabağa yürüyüşündə onunla müttəfiq olmuşdur. Şaman xanlığı. Amma birinci Rus-Qacar müharibəsi deyir. Ona görə o dövrə düşməyəcək. Qacarların qoşunu ilə birləşərək Rus ordusunu məğlub etmişdir. Bu ki İrəvan. 1A, 2B, 3E. Deyəsən yekunlaşdı. Bəli. Növbəti dərsimiz Azərbaycan 19-cu əsrin 30-50-ci illərində olacaq. Mövzumuz bu qədər. Ümidvaram ki, mövzu sizə tam aydın və izahlı oldu. Yenə də hər hansı bir sualınız və ya qaranlıq nüanslarınız olarsa bizə yerləşdirdiyimiz nömrə ilə daha doğrusu əlaqə saxlaya bilərsiniz WhatsApp üzərindən. Sağ olun, dəstəyinizi uğurlar, sağlıqla qalın.